Xeyirli olsun. Dostlar, zəhmət olmasa bəyənin, paylaşın. Bugünkü mövzumuz, dostlar, başda da qeyd eləmişəm. Naxçıvana bilirsiniz ki, bu günlərim dron atılıbdır və bunu İran adından danışırlar, İran adına yönəldirlər. Özdə diqqət elədiniz, deməli İrana dron atılır və üstündən 5 dəqiqə, maksimum 10 dəqiqəyə qədər keçəndən sonra bütün medialar hamısı başlıqda İran yazıb, hər yerdə paylaşırlar bunu. Yəni İran Naxçıvanı vurdu, İran Naxçıvana dron atdı, heç bir araşdırma etmədən, heç bir, bəyənin dostlar, salam olsun yeni gələn dostlara. Heç bir araşdırma etmədən, heç bir məlumat yayılmadan, bir soruşmadan ki, ay qardaş, ay insan, ay nədir İran rejimi, ay İran hakimiyyəti, bu dronu siz mi atdınız, necə oldu, axı bu atılan dronları nədir, analiz eləmək lazımdır, axtarıb, araşdırıb tapmaq lazımdır, bu dron kimə aiddir, niyə atılıb, məqsəd nədir? Yəni, bilirsiniz, dron atılır Naxçıvana. Arkasında sırada bütün medyalar Siyonist rejiminə işləyən %98% Azərbaycanda. Hamısı paylaşırlar. İran dronla Naxçıvanı vurdu. Aradan biraz keçir, 1 saat, yoxsa 1 saat yarımba belə. Sonra İlham Əliyev çıxır efirə. Təsəvvür edirsiniz siz? Ölkə başçısı çıxır efirə, İranı hədəfə qoyur, başlayır sərt çıxışlar eləməyə. Yəni, əslində bu dronun nədir, Naxçıvana atılmasında Azərbaycan xalqını İrana qarşı təxribata çəkib, nifrət, qəzəb yaradıb, psixoloji olaraq, yəni indi sizə dinlətdirəcəm İlham Əliyevin burada dediklərini, özümüz bir yerdə dinləyək görək, bu adam bizi hara çağırır? Biz neyəyə xalq olaraq? Yəni dronu İran atdı, drona qarşı, dron deyirəm, İrana qarşı bizi hazırlayırsan müharibəyə mi? Nə demək istəyirsən? Bir ölkə başçısı belə mi danışar? Bir ölkə başçısı çıxıb xalq qarşısında İranı hədəfə qoyub butonda mı danışmalıdır? Kritik bir vəziyyətdə. Yəni bölgənin uçuruma doğru getdiyi, yəni kritik bir vəziyyətdə, yəni bu dəqiqə İranın özü 5-10 ölkəyə qarşı savaşır. Düzdürmü? Yəni bir 8-10 ölkəyə qarşı savaşan bir dövlət nədən dron atsın ki Naxçıvana? Niyə? Yəni bu qədər ölkələrə qarşı savaşan İran dronu Azərbaycana atır. Niyə? Yəni Azərbaycanı özünə hədəf seçsin. Yəni özünə yeni cəbhə açsın İran. Doğrudan da mı belədir? Buna necə inana bilərik ki, yəni İran atıbdır? Deyək ki, İran atıb. Gəlin bunun məntiqini düşünək. İran doğrudan da mı bu qədər kritik bir vəziyyətdə, qarşısında bu qədər ölkələrə qarşı savaşır, ABŞ oradan, İsrail buradan, nə bilim, Səudi Ərəbistan, durmadan savaşır gecə gündüz. Hamısını da şumluyur, qatıb qabağına. Yəni, belə bir vəziyyətdə İrana lazımdır, dostlar, Azərbaycana dron atsın, Naxçıvana və Azərbaycanı öz üzərinə qaldırsın. Doğrudan da mı belədir? Buna necə inanmaq olar? Bu hansı məntiqə uyğundur belə? Hətta İrandan atılmış belə olsa, indi bu günlərim İran Xarici İşlər Naziri bəyanat yaydı ki, bizlik deyildi, biz atmamışıq. Və ona da oxşuyur. Çünki İlham Əliyevin belə davranışı, bu qədər mediaların birdən-birə 10 dəqiqənin içində, drondan 10 dəqiqə sonra hamısı paylaşdı. Hamısında başında İran. İran atdı. Görülən odur ki, Azərbaycan xalqını İrana qarşı müharibəyə hazırlayırlar psixoloji olaraq. Çünki xalqı müharibəyə göndərmək üçün gərək ona psixoloji olaraq müharibə nədir, psixologiyasını yerdəsən. Məsələn, silah versəm ki, geçkinən, nə bilim, Almaniya qarşı döyüş deyəsən, niyə döyüşüm ki, nə üçün? Düzdürmü? Sənə nə versə döyüşməyəsən. Çünki sən psixoloji olaraq ona hazır deyilsən. Bugünkü baş verən bu hadisə Naxçıvana dronun atılması. Birbaşa onun
təşkilatçısı, ona icazə verən İlham Əliyevin özüdür. İlham Əliyevin özüdür. Özü şərait yaradır. Məhz ABŞ-la, Siyonistlərlə əl-ələ verib bu hiləni oynayırlar. Bu təhlükəli oyunu oynayırlar ki, Azərbaycan xalqını İrana qarşı müharibəyə sürükləsinlər. Qanlı müharibəyə. Və biz də xalq olaraq çox ağıllı olmalıyıq, çox şuurlu olmalıyıq. Əgər İran dronu atmış belə olsa Naxçıvana, dostlar, məntiqlə, İlham Əliyev çıxıb belə danışmamalıdır. Çünki İlham Əliyev əgər siyasətçi olsa, ağıllı olsa, şuurlu adam olsa, siyasətdən başı çıxsa, qarşısındakı hiləni başa düşəcək adam olsa, yəni Azərbaycan xalqını düşünən bir adamdırsa bu, doğrudan da bu millətin uğrunda can qoyan, xidmət edən bir prezidentsə İlham Əliyev, o zaman belə davranmamalıdır. Hətta İrandan belə atılsa, belə davranmamalıdır kritik vəziyyətdə. Avtomatik oturub, İlham Əliyev, onun idarəsi, o nədir, rejimi, hakimiyyəti oturub düşünməlidir. Ki, İrandan belə atılsa, deyəsən kimlərsə bizi bu qanlı müharibəyə sürükləmək istəyir. Biz bir İran hakimiyyətindən bir əlaqə çıxaq. Görək nə məsələdir? Bizə niyə dron atılıbdır? İrandan belə atılsa, soruşaqdır. Çünki İranda Mossad ajanı doludur, bilirsiniz. Yəni İranın özünün prezidentidir, nə bilim generallarıdır. Hamısının yerini satırlar, dəqiq nöqtəni vurub partladıb öldürürlər həmən adamları. Doğru mu dostlar? 12 günlük müharibədə də belə oldu. İndi də belədir. Nə qədər generalları öldürdülər dəqiq nöqtə ilə. Yəni demək ki, içəridə ajan var. Xeyli sayda Mossadın adamları var burada, İranda. Bəlkə İran ordusunda o yerləşdirilmiş Mossadın adamları oradan onlara atıblar dronu. Yəni bura qədər düşünməlidir bu İlham Əliyev əgər ağıllıdırsa, əgər şuurludursa. Bura qədər oturub düşünməlidir ki, bildiyi İrandan belə atılsa belə, dayan görək elə bir. Kritik bir vəziyyətdir. Biz düzgün siyasət aparmalıyıq. Xalqın düz istiqamətə alacağı bir yolu getməliyik. Hilə ilə, yalanla bu iş olmaz. Biz İran hakimiyyəti ilə əlaqələri saxlamalıyıq. Qardaşım, bizə drone atmışsınız siz, həqiqətən də siz atmışsınız, sizdən gəlir. Kim atıb sizdən? Araşdırın, görün, nə məsələdir bu? Sizin içinizdə xainlər, satqınlar var, içinizdə. Bizə qarşı drone atırlar, bizi sizə qarşı qaldırırlar. Yəni, bunu İlham Əliyev deməlidir. Demir. Niyə? Çünki hiləni özü qurur, Siyonistlərlə bir yerdə, ABŞ-la bir yerdə oyunu özləri qururlar. Azərbaycan xalqını İrana qarşı qanlı müharibəyə hazırlayırlar. Başa düşdünüzmü? Eyni bu hilələrdən və buna bənzər hilələrdən İraqda da, Suriyada da Kürdləri, ərəbləri hamısını oyuna gətirdilər belə. İstifadə elədilər, atdılar. Həmən bu İsraili, həmən bu ABŞ-ı. Yalan deyil ki, qardaş. İndi də sıra bizə gəlib. Bizi hilə ilə oyuna gətirmək istəyirlər. Yəni ki, ağıllı olmaq lazımdır, şuurlu olmaq lazımdır. Belə dövlət başçısı olmur. Ay bədbax, ay yazıq İlham Əliyev. Ay tipoy, ay kukla. Sən bu milləti, sən qanlı müharibəyə sürülürsən. Sənin xəbərin var, özdə kimə qarşı? İrana qarşı. Kimə qarşı? İrana qarşı. Öz qazisinə 80 manat verən bu alçaq adam xalqı aparıb İrana qarşı qanlı müharibəyə sürülür. Yəni bizim nə qədər gücümüz var, nəyimiz var? Biz bu məsələdə sadəcə istifadə olunanıq. Başa düşdünüz? İsrailin, ABŞ-ın qurbanlıq qoyununa çevrilməkdən başqa şansımız yoxdur burada. Bir də ki, biz bu məsələdə İranın yanında durmalıyıq. Dost deyib, qardaş deyib, onun yanında durmalıyıq. Bizə çıxış yolu qalmır. Çünki İran, ABŞ maksimum bizi İrana qarşı müharibəyə hazırlasalar, soxa bilsələr, sürüləyə bilsələr bu qanlı savaşa. İran, İsrail, ABŞ bizim əlimizə silah verib, İrana qarşı savaşdırıb, məqsədlərinə nail olub, axırda bizi buraxıb gedəcəklər. Biz qalacaq meydanda tək. Ondan sonra gəl oğulsan, İrandan bazar. Gəl oğulsan, İrandan bazarsan.
Maraqlarına çatana kimi səni istifadə edəcək, səni istismar edəcək öz maraqları üçün. Qutardı getdi, maraqlar təmin olunandan sonra qalassan ortalıqda. Bu da oldu bir düşmən İrana qarşı. Erməni bəs eləmirdi, bu da İran. Ona görə dostlar, qardaşlar, əziz insanlar, çox ağıllı və diqqətli olmalıyıq. Bu axmaq, bu ləyaqətsiz adamlar, bu İlham Əliyev, bunun fahişə rejimi birbaşa Siyonistin köpəkləridir. ABŞ-da Trump bunun başına elə belə sığal çəkmir, deyil İlham Əliyevin. Mən neçə gün efirlərdə deyirəm, mən. ABŞ-da Trump bunun başına elə belə sığal çəkmirdi. Öyle belə deyildi ki o. Baştan planlar hamısı çizilibdir. Ki biz İrana qarşı hücum eləyəcəyik. Biz bütün bazalarımızdan istifadə eləyəcəyik. Gördük ki vəziyyətimiz tükənir. Pisə doğru gedirik, bacara bilmirik. Yeni bir cəbhə çəkiyik. Hardan? Azərbaycandan. Hardan? Türkiyədən. Dünənlərim Türkiyəyə qarşı oynanılan o oyun nədir? Oyunun bir tərəfi də Azərbaycana oynanılır. Eyni oyundur. Türkiyəyə qarşı oynanılan oyun bu günlərin bizə oynanılır. Görünən odur ki bizi bu müharibəyə sürükləmək istəyirlər. İrana qarşı özdə. Ha. Təsəvvür edirsiniz? Heç bir problem yox, heç bir şey yox. Biz niyə İrana qarşı savaşmalıyıq ki? Hə? Ta biz 30 ildir, 30 ildən artıqdır biz. Evlatlarımız şəhid olur, qazi olur. Anaların gözləri yaşlı qalır. Balalarımız, evlatlarımız yetim qalır. Bu bizə nə verəcək ki? Yəni bu nəyi demək istəyirsiniz ki, İlham Əliyev? Qoşulmusan Siyonistlərlə, ABŞ-la bu xalqı oyuna sürükləyirsən, sən müharibəyə sürükləyirsən. Hə? Sən bunu bacarmayasın sən. Sən bunu bacarmayasın. Azərbaycan xalqı getməyəcək buna. Azərbaycan xalqı da ağıllı olmalıyıq, şuurlu olmalıyıq. Fitniyə, fəsada getməməliyik. Hilə çox böyükdür, həm də dəhşətli dərəcədə böyükdür oyun. Ağıllı olmalıyıq, şuurlu olmalıyıq. Evlatlarımız var, dostlarımız var, qardaşlarımız var, balalarımız, anamız, bacımız, qardaşımız. Biz bilə-bilə niyə gedib biz pedofil Trump'ın, o qatil Netanyahunun qurbanlıq qoyununa çevirməliyik? Niyə axı? Bizim burada nə qazancımız var? Niyə bu hilələr bizə qarşı qurulmalıdır? Niyə İlham Əliyev buna şərait yaradır? Niyə yol açırsan sən? Hə? Sən dünən gedib İran səfirində baş sağlığı verirsən, bugün drone atılır. Nə baş verir ha İlham Əliyev? Maraqlandırmır səni. Doğrudan da İran atdı bunu. Doğrudan da mı belədir? Səni maraqlandırmır. Drone atılıb çıxırsan 2 saatdan sonra İranı qoysan ədəbə pülüyürsən. Ağır şəkildə danışırsan. Bu elə belə danışıq da öyle dostlar bu. Bunu kimsə danışdırır. O kimlər deyil, ABŞ-dır. Elə İsrailin özüdür. Bunu danışdırırlar. İlham Əliyev o fasonda Rusiya qarşı elə danışmırdı. İlham Əliyev o fasonda ermənilər Bərdiyə, Gəncəyə hücum eləyəndə niyə o fasonda danışmırdı? Cəzalanasınız, ağır cəzalanasınız, cavabınızı verəcək. Niyə demirdi? Niyə cavabını vermirdi? Niyə ağır cəzalandırmadı bəs? Hə? Nə baş verdi indi? 3 dənə drone atılıb, o da İran deyil, mən atmamışam. Bəyanat yazdı ki, mən atmamışam. İran hələ bəyanatsa yayılmamış. Bütün medialar düşüb ortalığa. Hansı başlığa baxsan İran. İran attı, İran attı. Görünən budur ki, dostlar, bizim əziz xalqımızı, qardaş babacılarımızı, günahsız məzlum xalqımızı İranın hədəfinə gətirib qırğına vermək istəyirlər. Bu məhz bu terrorçu, xain, alçaq, qatil İlham Əliyev, onun rejimi. Çox ağıllı olmalıyıq, çox diqqətli olmalıyıq. Biz oyuna getməməliyik. Bizim nə işimiz var? İrandan niyə savaşaq ki biz? Biz yeni çıxmamışıq müharibədən. İran rejimi qəddardır, zalimdir. Xalqı var, qardaş. Milyonlarla xalqı var, vətəndaşı var. Biz mi devirəcəyik onu? Mən onu anlamıram mən. Biz hələ özümüzə girəni çıxarda bilmirik. Biz mi gedib molla rejiminə qarşı devirəcəyik, nədir, savaşacağıq? Amerikadan, nə bilim, Netanyahu'dan silah alıb, nədir, molla rejiminə qarşı biz savaşacağıq, onu biz devirəcəyik. Ümət çatmır, bu anlamıram mən. Yəni, bunlar nə eləmək istəyirlər ki? Bunlar niyə biz hazırlayırlar müharibəyə? Xeyr ola. Kimsiniz siz? Siz bizim millət olaraq nə hesab edirsiniz siz? Nədən bizi
Heç nədən günahsız yerə problemimiz olmuyor. Özünüz oyun qurursunuz, hiylə qurursunuz. Siyonistlərlə özünüz drona atırsınız, təzədən də yıxırsınız İranın üstünə. Niyə? Və heç bir araşdırma olmadan durub sırazı hamınız bəyanat yayırsınız. İran Azərbaycanı vurdu. Dünən də Türkiyədə. Anlamıram mən. Siz nə eləmək istəyirsiniz ki? Bu millətə ələ salmışsınız? Hə? Siz bizi günahsız yerə qanımızın axmasına sürüklürsünüz. Balalarımızın, evlatlarımızın gözümüzün qabağında qətl olunmasına sürüklürsünüz. Xeyr ola. Kimsiniz siz? Yox dostlar, amandır. Amandır əziz qardaşlar və bacılar, insanlarımız, xalqımız, gözəl millətimiz çox ağıllı və oyaq olmalıyıq, diri olmalıyıq. Diqqətli olmalıyıq. İlham Əliyev çox qələt eləyə bilər. Çox çıxıb orada nədir, pülüyə bilər. Asar, kəsər, dağıdar. Yox, belə deyil. Belə deyil dostlar, qardaşlar. Biz ağıllı olmalıyıq, şuurlu olmalıyıq ki, bu adam bizi hara çağırır, nə eləmək istəyir? Nə demək istəyir bu? Biz özümüz qərar verməliyik, ağıllı olmalıyıq, şuuru biz müharibəyə gedə bilməliyik. Bizlik deyil o. Bizim işimiz deyil. Yəni İrana qarşı biz savaşa bilməliyik, bizlik deyil o. Başa düşdünüz? 8-10 ölkəyə qarşı tək başına savaşan İrana qarşı biz heç də dilənmərik. İran 2000 kilometr o tərəfdə ölkələrin daxilində yerləşən Amerika bazalarını vurur. İranın ağzının içindəyik. 10 dənə raket atsa yerlə bir olacaq. Bizə lazımdır bu. Heç bir problem də yoxdur. Deyəsə ki, nəsə problem var, o da yoxdur. Təsəvvür edirsiniz. Heç nədən bizi qanlı müharibəyə hazırlayırlar. Qətiyyən getmək olmaz ha. Amandır dostlar. Amanın günüdür, ağıllı olmaq lazımdır, diqqətli olmaq lazımdır. Bu hilələr davam eləyəcək. Bu təkcə bu deyil. Təkcə belə drone oyunları, ora atmaq, bura atmaq, nə bilim, İlham Əliyevin çıxıb belə danışması, hörüldəməsi, quldaması olacaq belə şeylər. Biz özümüz millət olaraq, xalq olaraq, kişiliyimiz var, ləyaqətimiz var, ağlımız. Allah bizə ağlı niyə verib? Niyə verib? Təpələrlə nefirlərdə deyirəm, mən canlı yayımlarda, hətta belə sərt şəkildə deyirəm. Allah bizə ağlı niyə verib? Fərqlənməyimiz üçün. İşlədirsən ağlını, mən qoyun deyiləm ki, sən məni istifadə eləmərsən. Sən məni istismar eləyə bilmərsən sən. Mənim İranla problemim olmuyor, məni İranla savaşa çıxarda bilmərsən sən. Sənin buna haqqın yoxdur. Qətiyyən. Xalq belə davranmalıdır, dişini göstərməlidir. Tutardı, getdi. Sən məni bəyənməyə bilərsən. Dəfələrlə demişəm, dəstəkləməyə bilərsən. Əcəb edirsən, məcbur da deyilsən. Amma balan var, ailən var, dostların, qardaşların, qonşuların, qohumun, əqrəbən, vətənin təhlükəyə atma. Qətiyyən amanın günüdür. Suriyada, İraqda oynanılan hilə bu günlərim Azərbaycan və Türkiyə üzərində oynanılır. Savaşa çəkmək istəyirlər. Məsələ burasındadır ki, qardaşı qırdırmaq istəyirlər. Biz İrana qarşı savaşa qalxsaq, savaş başlasaq, bizi hiyliyə dartsalar oyna. Biz İrana qarşı çıxsaq, əlimizə silah alsaq, Trump'ın silahlarını, Netanyahun silahlarını. Məsələ burasındadır ki, biz İrandakı Azərbaycanlara qarşı savaşacağıq. Onlar o cəbhədən bizə qarşı, biz də onlara qarşı. Ortada bir şey yoxdur. Qətiyyən oyuna getmək olmaz, qətiyyən. Ağıllı və şuurlu olmalıyıq. Biz bu hiləgər, bu yaramaz, bu alçaq, bu uşaq qatillərinin, bu pedofillərin oyunlarına, bu pozğunların oyunlarına qətiyyən gedə bilmərik. Bir daha deyirəm, bizim analarımız var, evlatlarımız var, bacılarımız var, qardaşlarımız var, dostlarımız var, qətiyyən ha. Hətta bizi hiyliyə gətirib, oyuna gətirib, müharibəyə sürüləsələr belə, mütləq ki, İrana dəstək vermək lazımdır. Mütləq. Bilirəm, bunu deyən kimi kütbeyin insanlar var. Sırazı düşür ki, bu İrancıdır. Yox da, əzizim, dostum, yox. Bizi hiyliyə belə gətirsələr, həmən dəqiqə İrana dəstək vermək lazımdır. Həmən dəqiqə, Xilasın yolu budur. Biz ona dəstək verməsək, bizi İran, İsrail, rezin kimi istifadə edəcək, maraqlarına çatandan sonra ortada qoyacaq. Ondan sonra İran bizi pendir kimi yiyəcək. Pendir kimi. Çox ağıllı və diqqətli olmalıyıq.
Oldu mu dostlar, əziz qardaşlar, əziz bacılar, əziz gözəl, əziz millətim, məzlum millətim, uğrunuzda 10 ildir can qoyan, həyatını qoyan bir vətən oğlu kimi deyirəm, ağıllı və şuurlu olun. Hiyliyə getməyin. Qətiyyən, qətiyyən. Ordumuza da səslənirəm. Əskərlərimizə, komandirlərimizə də səslənirəm. Bu elə bir bataqlıqdır ki, girməyin bu bataqlığa. Amanın günüdür, girməyin. Orduda bir əskər bu bataqlığa girərsə, öz anasını da, öz həyat yoldaşını da, öz bacısını, qardaşını, dostlarını da özü ilə aparacaq. Bu belə bir mundar bir oyundur. Qurulub bizə qarşı. Çox ağıllı olmalıyıq. Çox diqqətli olmalıyıq dostlar. Həqiqətən böyük bir təhlükə var regionda. Böyük bir oyun gedir, böyük bir hilə var. Bəli, İran savaşır, özünü müdafiə edir. Biz qalxıb ona deyə bilmərik, niyə savaşırsan, niyə müharibə aparsan. Adamlar açıq deyir ki, qardaş, mən durduğum yerdə məni bombalayırlar. Mənim vətəndaşımı öldürürlər. Mənim ərazimə bomba atırlar, mən cavab verəcəm. Və verir də. Həm də açıq da deyir ki, İran. Özü bu günlərin bəyanat paylaşıblar. Xarici İşlər Naziri deyir ki, o dronu biz atmamışıq Naxçıvana. Amma hansı ərazidən Amerika bazalarından bizə bir dənə raket atılsa, biz o ölkəni vuracaq deyir. Açıq deyir. Azərbaycanda varsa, Azərbaycanı da vuracaqdır. Yəni, diqqətli olmaq lazımdır, ağıllı olmaq lazımdır. Biz bunların oyunlarına qətiyyən getməməliyik. Bunlar eyni ilə, o vaxtı bayaq dedim mən dostlar. O vaxtı Suriyada, İraqda ərəbləri, kürdləri istifadə elədir. Və bayaqların bir kürd dostum var, onunla danışıram. O da xəbərləri izləyir vəziyyəti, o da mənə zəng eləmişdi. Eyni bu məsələyə görə öz zəng eləmişdi ki, dedi ki, Rafət deyirlər mənə, Rafət. Rafət abi dedi, sizdə belə bir olay olubdu, dedi. Xəbərin var mı? Dedim, bəli. Dedi, amanın günüdür, ehtiyatlı olun. Diqqətli olun, bu hilə çox böyük hilədir. Hətta İranın içindən belə drone atılsa, İranın içindəki Mossadın ajanı belə ata bilirlər sizi bu oyuna çəkmək üçün. Bu qədər dərin bir oyun var ortalıqda. Diqqətli olun. Ərəbləri, kürdləri illərlə istifadə elədilər. Maraqlarına çatanda hamısını tək buraxdılar. Sizi də hirləyəcəklər. Bunu mənə Amerika tərəfindən, İsrail tərəfindən, Siyonist tərəfindən istismar olmuş bir kürd deyir mənə. Təsəvvür edirsiniz, bir kürd deyir. Ailəm deyir, nəslim istismar oldu. Bu Amerikanın oyunlarında. Hamısı ayıldılar. Amanın günüdür, diqqətli olun. Yalvarıram sizə. Diqqətli olun. Qətiyyən bir oyunaza da getməyin. İlham Əliyev çıxıb orada hörüldüyür, qazdanır, nə bilim, nağarır. İndi qoyacam səsini burada, dinləyək görə bu nə qələt eləyir, bizə nə demək istəyir. Bəyənin dostlar. Bəyənin dostlar, gözəl qardaşlar. Deyir, İran cavab versin İsrail'e, Amerika'ya. İsrail'i Yemen bir etsin, yerlə bir etsin. Yox, məsələ o deyil, dostlar. Burada bizi oyuna gətirirlər. Onların savaşı var onsuz da. Özləri də deyirlər, deyir İsrail yerlə bir olmalıdır. Deyirlər özləri. Savaşırlar, özlərini müdafiə edirlər. Məsələ bu deyil. Bizi oyuna çəkmək istəyirlər. Məsələ burasında, dostlar. Bizi oyuna çəkmək istəyirlər. Hiylə qururlar. Drone atırlar, sonra deyirlər, hər yerdə yazılır İran. İlham Əliyev də bu oyuna qoşulur. Rəzalət burasındadır ki, ölkə başçısı bu oyuna qoşulub, xalqı müharibə hazırlayır İrana qarşı. Təsəvvür edirsiniz bunu? Bu nə qədər təhlükəli bir oyun deyil bu. Rəzalətin dibi deyil bu. Türkiyə sıyrıldı çıxdı bu oyundan. Türkiyə dünənlərin bu oyundan sıyrıldı çıxdı. İndi bu günlərim İran'da bəyanat yaydı ki, biz drone atmamışıq deyir. Belə də ki, düz deyir də qardaş. İran əgər həqiqətən də Azərbaycanda Amerika bazaları varsa, onu vurmağa hədəflənibsə, vurar da bəyəm qorxur ki, kimdənsə. Hə? Bir daha qeyd edirəm, İran bəyəm Azərbaycandakı Amerika bazalarını vurmaqdan qorxur. Nədən qorxur ki? Yəni İrana nə gücümüz çata bilər ki? Nəyimiz var ki bizim? Doğru mu dostlar? Yəni məntiqlə üstə gəlmir. Hesabla düşünürsən, hesablayırsan, gəlib bu yerə çıxırsan ki, bəli, bu dronu ilə atan, ona icazə verəndə İlham Əliyev rejiminin özüdür. Birbaşa Siyonist fahişələrdir bunlar. Siyonistlər özləri yol açıblar buna. Bəli. Özləri də bu hiləni qururlar, tez bazarı sırazı İlham Əliyev. Drone atılıb o kişi araşdırmadan, bilmədən, bir İrandan soruşmadan, eləmədən sırazı bəyanat nədir? İlham Əliyevin özü promo ekrana çıxıb danışır.
Adamın dalına pas soxdular ki, davay çıx, çıx bunu danış, bu hiləni törətkinə. Hiləni oyna, Azərbaycan xalqını İrana qarşı savaşdırmaq lazımdır. Qanını tökmək lazımdır bu millətin. Başa düşün ailəm, əziz, gözəl qardaşlar və bacılar. Bizi müharibə hazırlayırlar, ağıllı olmaq lazımdır. Çox ağıllı olmaq lazımdır. Biz hilələrə getməməliyik. Bəs Qarabağda o boyda beynəlxalq hava limanları nə üçün tikildi? İsrailin texnikalarını yerləşdirmək üçün. Təbii ki, ABŞ-ın, Amerikanın, İsrailin, bəli, hamısını texnikalarını oraya gətirmək üçün. Orada nə tikiblər? Orada adam yaşayır ki. Sizin deyə kimi görmüsünüz o aeroport tikiləndən sonra bir dənə adam olsun, oturub o samolyotda təyyarəyə. Hansısa şəhərə gedib, hansısa ölkə gedib. Eşitmisiniz? Yox. Bə nəyə açıblar ki, kimə istifadə olunur? Tonlarla silah daşıyıblar. İran da hədəfdə. İran da hədəfdə. Qətiyyən oyuna getmək olmaz. Gördünüz ki, bizi hiləyə gətirirlər. Bayaq dediyim kimi. Gördünüz ki, artıq bizi hiləyə gətiriblər. İrana qarşı qoyurlar. Avtomatik İrana dəstək verin. Avtomatik ha. Ən gözəl oyundan, hilədən çıxış yolu budur. Oldu? Ən gözəl yolu budur. Mən indi bu sözümə görə bayaq dedim. Mən deyəsiz İrana işləyir, Turana işləyir. Nə deyəsiz deyin. Mən xalqımı, vətənimi sevən bir oğlan. Mən oyunun hardan oynanacağını görürəm mən. Mən bizə qarşı hilə hardan qurulursa onu görürəm, anlayıram mən. Hiss edirəm mən onu. Çıxıram və xalqımı xəbərdar edirəm, məlumatlandırıram ki, ey millətim, ey cəmaatım, ey mənim gözəl, əziz millətim, bu bölgəni qan gölünə çevirməmək üçün bizə qarşı hilə qururlar, getməməliyik. Müxtəlif vasitələrdən istifadə edib bizi o hilənin içinə belə salsalar, gənə də İranı gedin dəstəkləyin. Gene de İran'ın yanında durun. Çıxış yolu budur. Çıxış yolu budur. Çünkü oyun çok böyükdür. Hiylə çok böyükdür dostlar. Bizi bir təliyyəsə alıblar. Bizi bir oyun içərisinə salıblar. Qalmışıq bax belə başımızı itirmişik ki, nağaraq nətər eləyək. İran'ı düşmən kimi sırıblar, Rusu düşmən kimi sırıblar. ABŞ, İsrail buradan istifadə eləyəcək maraqları təmin ondan sonra bunlar bizi tək qoyacaq meydanda. Nətər eləyək biz? Vəziyyətdən necə çıxaq? Nətər çıxaq? Bunun kökündə ağıl, məntiq dayanır. Şuur dayanır dostlar. İstiqaməti düz seçmək dayanır. Bax, mən bunu çatdırmaq istəyirəm xalqıma. Mən məlumatlandırıram sadəcə. Məndən deməkdir sadəcə. Mən bu təhlükəni görürəm. Üstümüzə amansız bir təhlükə gəlir. Oddu, yaloylu, qanlı bir təhlükə gəlir. Ehtiyatlı olmalıyıq. Çox ayıq olmalıyıq dostlar, əziz qardaşlar, əziz bacılar. Oldu mu? Deyir, səndən başqa heç kim başını itirməyib. Olsun əziz qardaşım, bu mən də başımı itirim. Yetər ki, mənim kimi başını itirən adamlar çıxsın Azərbaycan xalqını belə maarifləndirsin, belə məlumatlandırsın, Azərbaycan xalqına qurulan o hiləni danışsın, öz xalqını o hilədən, o oyundan dartsın, çıxartsın. Ebi yox, qoy dəli olsun, qoy səy olsun, qoy baş işləməsin, ebi yox. Çıxsın, xalqını məlumatlandırsın, sən deyən olsun. Mən bir söz demirəm, əziz qardaşım, mən sənə görə deyirəm. Sabahların bu hilə baş tutsa, özün girdiyim bataqlığa ananı da aparassan, dədəni də aparassan, bacını da, qardaşını da aparassan. Bu bizə lazım deyil. Bu bizə qətiyyən lazım deyil. Ha, qətiyyən. Deyir, İlham deyir, İsraildən, Amerikadan qorxur. Bəli, təbii ki. Allah özü qorusun zalimdən bizi. Təbii ki, Allah qoruyur, amma hilə bəs. Əziz, gözəl dostlar, gözəl qardaşlar və bacılar. Allah onsuz da bizi qoruyur. Amma biz özümüz getməyək də. Allah deyir ki, qarşında bir şər qüvvəsi var. Qarşında bir hilə var. Hilədən xilas ol. Bunun sizə ağıl vermişəm. Qutardı getdi. Allah səni qoruyur da. Ağılı verməni səni qoruyur. Hiləyə getməyəsən. Getdinsə amanın günüdür. Amanın günü də oyuna getməyin. Allah belə qoruyur da bizi. Allah neynəməlidir ki? Bu cüsə Allah mənə ağıl verir. Mən çıxıb buradan deyə bilmərəm ki, İran terrorçudur, dron atdı, ömür boyu bizə düşmən olub. Nə xeyr olacaq ki bizə? Danışdım, beyinlərinizdə düşmənçilik obrazı yaratdım.
Misal üçün birinci xalqı psixoloji olaraq müharibəyə hazırlamaq üçün birinci psixoloji olaraq hazırlayırsan, sonra əlinə silah verirsən. Sən psixoloji olaraq hazırlamasan, əlinə silah ver, getdin Gürcüstana qarşı savaş deyəcək, niyə ki? Gəlirsən o Gürcüstanı aşılayasan ki, bu Gürcüstan düşməndir, xaindir, filan əməllərinə görə filan, düzdürmü? Bunu gərək aşılayasın, sonra əlinə silah verəcəksən ki, başa düşür ki, mən hara gedirəm. Fikrimi çatdıra bilirəm dostlar? Güya mən çıxıb buradan deyə bilmərəm, mənə ehtiyac yoxdur ki. Onun mənim ehtiyac, o hilədir, o oyundur. O, Siyonistlərin, ABŞ-ın öz oyunlarıdır. Massadın oyunudur. Mən bunu eləyə bilmərəm. Bu mənim xalqıma qurulan hilədir, oyundur. Mən bunu eləyə bilmərəm. Mən bataqlığa girim. Sizi də dalımca aparım. Belə deyil, qardaş. Eləyə bilmərəm mən bunu. Çünki mən vətənimi sevirəm, millətimi sevirəm. Mən 10 ildir bu millət üçün, bu vətən üçün can qoymuşam, həyatımı qoymuşam. Təzdən də hiyliyə aparım millətimi. Oyuna çağırım. Bu düzgün deyil axı. Bu məntiqlə üstə gəlmir axı. Olan bizə olacaq. Zərbəni biz görəcək. Anaların gözü yaşlı qalacaq. Sənin, mənim ananın gözü yaşlı qalacaq. Kim olacaq? İlham Əliyevin arvadın gözü yaşlı qalacaq. Hə? Hansısa bir məmurun evladı gəlib savaşacaq. O Zakir Qaralov, o pey sərgədə, nəsli xarab oğraş, satqın Siyonist köpəyi. Onun evlatları gələcək, nəsli gəlib döyüşəcək. Sən mən deyir, səni mənə verəcəklər də rasxoda. Bizim analarımız ağlar qoyacaqlar. Ona görə dostlar, bu alçaqların, bu məddahların, bu İlham Əliyev kimi, Zakir Qaralov kimi bu alçaqların oyunlarına getmək qətiyyən olmaz. Əksinə bunlara qarşı təbliğat aparmaq lazımdır. Hər yerdə girin, yazın, fikirlərinizi yazın. Ey İlham Əliyev, sən məni hara aparırsan? Mənim İranla nə problemim var ki, sən məni İrana qarşı müharibəyə hazırlayırsan? Sənin başın qaçımı belə? Dəlisən sən? Demək lazımdır, təpkinizi göstərin. Siz təpki göstərməyincə hilə sizi bürüyəcək. Şər qüvvələri sizi işğal edəcək. Sizi istismar edəcək. Qanınıza bələd eləyəcək, qanınıza bələyəcək sizi. Getməyin bu oyunlara. Gedin, əksinə təsir göstərin. Komentariyalarda. Şirə dönmək lazım deyil, ondan olmur o iş. Yəni, bu savaşın özü bizim savaşımız deyil, bu. Bu savaşın özü bizə adiyyəti yoxdur. İrandır, özünü müdafiə edir, bir qonşu kimi dəstək veririk. Haqlıdır da savaşında. Amma bizim savaşımız deyil bu. Başa düşürsünüz, əziz qardaşlar. Buna görə gedib biz İlham Əliyevə deməli ki, çaqqal, tı var. Ay şakalca da şakal. Bizi hara çağırırsan sən? Niyə sən bu millətin psixologiyasında İrana qarşı düşmənçilik obrazı yaradırsan? Biz belə davranmalıyıq xalq olaraq, millət olaraq. Hərb özü hilədir, ay qardaş. Ağıllı olmaq lazımdır. Bildi mi? Hərb özü hilədir. Bunlar hilə qurub da. Bizə qarşı qurublar axı. Sən hərbisənsə, hərbi. Hərbinin hiləsi varsa olsun da, düşmənə qarşı qursun da hilə. Amma bizə qarşı qururlar. Biz bu savaşda gedib savaşsaq, nə qazanacaq biz? Niyə savaşmalıyıq? Məqsəd nədir ki? Nə üçün? Biz İrana qarşı niyə savaşmalıyıq ki? Nə üçün? İranda bizim soydaşlarımız var. Qonşu ölkəmizdir. 8-10 ölkəyə qarşı tək başına savaşır. Niyə savaşmalıyıq ki? Niyə axı? Nə üçün? Niyə İlham Əliyev bizi ora hazırlamalıdır? O hiyliyə özü sallıyor bizi. Biri var sən, xalq olaraq, millət olaraq, misal üçün Erməni savaşında, Qarabağ savaşında. Hatırlıyorsunuz da? O savaşda hilə də var idi, hər şey. O bizim savaşımızdır, haqq savaşımızdır, ədalət savaşımızdır. Bu ayrı bir şeydir. Amma kimlərsə bizi hiyliyə gətirib, oyuna gətirib, niyə nədir? İrana qarşı müharibəyə soxmalıdır, müharibəyə sürükləməlidir. Niyə ki? Yəni, nə üçün? Bizim niyə İranla savaşmalıyıq ki? Xeyr ola. Məsələ bu, əziz qardaşım, əziz gözəl insanlar. Mən bir qazi olaraq getmərəm. Heç kəs getməsin, heç kəs. Azərbaycan ordusu da hamınız qətiyyən bu oyuna girməyin, amanın günüdür. Zaten mən inanmıram ki, Azərbaycan xalqı qalxıb da İrana qarşı belə, yəni qəddarcasına başlasın
düşmənçilik obrazı yaransın, düşmənçilik eləsin. Mən inanmıram. Çünki Azərbaycanda bilirsiniz ki, dostlar, Azərbaycan xalqının 70-80% təxminən Şiə əhlidir. Bunu bilirsiniz. Şiə əhlidir. Bu da yəni molla rejimindən irəli gəlmir ha İrana sevgisi. İran Şiə əhlidir deyə oradan gəlir o sevgi. O rejimə görə deyil, o Xomniyə görə deyil əslində. Bu bir məzhəbdir. Başa düşdünüzmü? Bu Hüseynindən gələn bir adətdir. Bu Həzrət Əldən gələn bir adətdir. Yəni bu xalqın 70-80% Şiədir. Bu qalxıb da İrana qarşı nə bilim qətliam eləsin, müharibə eləsin, getməyəcək bir çoxu buna. İnanın ki, getməyəcəkdir. Bunu özləri də yaxşı bilirlər. Sadəcə axmaq adamlardır da. Oyun oynayırlar, bizi oyuna gətirmək istəyirlər. Sən nəyi oyuna gətirəsən, kimi oyuna gətirəsən? Bu xalqın 70-80% Şiə əhlidir, əhli beytdir. Bu durub İrana qarşı silah qaldıracaq. Hə? Qarabağda gedib müharibədə savaşan oğullar kim idi? Şiə əhli idi də. Hüseynci qardaşları idi. Həzrət Əlinin yolunu gedən qardaşları idi. Kim idi ki? Millətin 70-80% belədir. Sən gedib buna silah verib deyə bilmərsən ki, sən ged İrana qarşı savaş. Savaşmayacaqdı o. Zaten bir çoxu getməyəcəkdi. Bu 100%'dir bu. Amma yenə hər bir halda dostlar, məlumatlandırmaq bizim borcumuzdur ki, biz dostlar, əziz qardaşlar, gözəl insanlar, biz ayıq olmalıyıq. Biz şuurlu olmalıyıq. Burada bir nəfər yazır, Sünni fərq eləmir. Sünni də bizim qardaşımızdır. Sünni də bizim qardaşımızdır. Oldu mu? Bu dəqiqə indiki halda bizə düşmənçilik lazım deyil. Bəzən düşüblər ortalığa Fars. Ala Fars da bizim dostumuzdur. Fars da bizim qardaşımızdır. İndiki kritik halda bizim Fars kimi problemimiz yoxdur. Ola bilməz. Ola bilməz belə bir şey. Belə bir vaxtda, belə bir zamanda bölgənin qan gölünə çevriləcəyinə doğru sürətlə getməsi bir vaxtda mənim problemim Fars ola bilməz. Anlayın bunu. Böyük bir təbliğat gedir. Hər tərəfdən. Demirəm bu günlərim durun atıldı ki, durun. And olsun Allah'a. Üstündən 5 dəqiqə keçmədi bütün medialar. Hansını açıb baxsın başda yazır ki, İran Azərbaycanı vurdu. Naxçıvanı. Yalandan. Halbuki bunu eləyən Siyonist, İlham Əliyev, ABŞ bunlar eləyirlər. Azərbaycan xalqını nədir? İrana qarşı qanunu müharibəyə sürükləmək üçün. Bu fakt deyil, bu reallıqdır. Bəyənin dostlar, bəyənin, paylaşın. Cəmaatı deyir, təriqətə bölmə, xahiş edirəm. Yox, təriqətə bölmürəm. Mən gedişatlı deyirəm mən. Mən situasiyaya baxıram, prosesə baxıram, ona uyğun sözümü deyirəm. Mən burada bölücülüyə görə demirəm. Mən deyirəm ki, hiləgər, xain, qatil İlham Əliyev əl-ələ verib siyonistlərlə, Trumpla hilə qurur bizə qarşı. Hilə qurur. O hilənin üstünə sünni də girəcək. Yəni bataqlıqdır bir dənə. Bu bataqlıq tanımır ki, sən sünnisən, şiyəsən, nə bilim, talışsan, ləzgisən, qarabağlısan, xristiyansan, o şeyə baxmır o. Bu bataqlıqdır. Bataqlığa girmək olmaz. Sünniyə də çağırış edirəm, sünni qardaşlara, bazılara. Girməyin, qətiyyən. Qətiyyən girməyin. Hilənin milliyyət olmaz ki. Hilənin məzhəb olmaz ki. Hilənin adamlığı olmaz ki. Hilə Quranın şərəf olmaz ki. Biz niyə bunların hiləsinə getməliyik? Çox ağıllı olmalıyıq. Sünnisi də, şiyəsi də, xristiyanlısı da, nə bilim, bu fərq eləmir. Hamıya aiddir bu, hamıya. Ateisti də hamıya. Qətiyyən uzaq durmalıyıq bu oyundan. Bizim müharibəmiz deyil, bizim işimiz deyil. Biz İrandan dostluq qardaşıq, süqtardı getdi. Biz heç vaxtı İrana qarşı durub savaşmamalıyıq. O gücümüz də yoxdur. O halda da deyilik. Məsələ burasındadır. O halda da deyilik biz. Əziz qardaşlar, əziz bacılar. Bir yerə qədər maksimum hilə qurub bu xalqı müharibəyə sürükləyə bilsələr, qanlı müharibəyə. Trump'ın, Netanyahunun verdiyi silahları istifadə edəcək bu xalq İrana qarşı. Xeyli də itki verəcək. Böyük şəhərlərimiz yerlə yeksan olacaq. Qardaşlarımız, evlatlarımız hamısı gözümüzün qabağında qətl olunacaq. Qan gölünə çevriləcək ölkə. Ən axırda İsrailin, Amerikanın, yəni Trump'ın, Netanyahunun maraqları bərpa olunandan sonra, məqsədlərinə çatandan sonra eyni Kürdləri, ərəbləri necə istifadə elədilər?
En sonunda tək qoydular, qoydular çıxla getdi, özləri bilərlər. Fikir versin. Eyni oyunu bizə qarşı oynayacaqlar. İstifadə edəcəklər, məqsədlərinə çatandan sonra səni tək qoyacaq. Ondan sonra vay halına. Gəlin de özünü İrandan xidmətdir, müdafiə elə. Pendir kimi basmayacaq səni. Qətiyyən bu oyuna getmək olmaz. Qətiyyən. Ağıllı olmaq lazımdır dostlar. Çox ağıllı olmaq lazımdır. Hə dostlar, başlayaq İlham Əliyevin bugünkü çıxışı ilə bağlı bir dinləyək görək. Bizim bu dırnaqarası Alabaş komandamız bir dəqiqə. Dırnaqarası Alabaş komandamız görək nə deyir? Azərbaycan xalqına nə deyir? Nə demək istəyir? Xalqımız deyir qeyrətli xalqdır. Ona görə də istər daxili, istər xarici düşmənlər hər zaman bu xalqın qeyrətindən istifadə ediblər. Olmaz da, biz qeyrətli isə, şərəfli isə biz bilmədiyimiz oyuna niyə getməli? Yəni öz müharibəmiz də öyle. Yəni müharibə bizim müharibəmiz də öyle. Məsələ burasındadır. Müharibə bizim müharibəmiz də öyle. Biz ora niyə getməliyik ki? Niyə kimsə hilə qurmalıdır? Biz o hilənin içinə girib bu müharibədə istismar olmalıyıq. Niyə anlamadım mən? Nə üçün? Məsələ burasında əziz qardaşlar, əziz bacılar. Biz qeyrətli isə qeyrətliyiz. Kimsə bizi niyə istifadə eləməlidir ki? Niyə oyuna getməliyik ki? Bəyənin dostlar, bəyənin, paylaşın görək indi Alabaş komandamız görək nə deyir? Bir dəqiqə. Hə, bax bu günlərim çıxış edib dostlar bunu. 9 dəqiqə 23 dəqiqədir. Dinləyək görək bizim bu Alabaş komandamız getsin deputat balalar döyüşsün, vurursun. Bəli, bəli. Zəhmət çəksin, getsin deputat balalar döyüşsün. Qutardı getdi, heç kəs gedib döyüşəsi döyülür. Bizi kimsə oyuna gətirməsin. Aparıb o İsraildən nə bilim silahlar gətirmişsiniz, Amerikadan silahlar gətirmişsiniz. Orada bazalar qurmuşsunuz. Onları yığışdırıb tullayırlar, bizə lazım deyil o. Başa düşdünüz? Bizə lazım deyil, bizə sülh lazımdır, bizə adam kimi yaşamaq lazımdır. Bu xalq qan istəmir, bu xalq müharibə istəmir, ehtiyacımız yoxdur. Yığışdırın silahlarınızı, soxun dalınıza, soxun arvad uşağınızın dalına soxun, bizə lazım deyil. Oyuna gətirməyin bizi. Ölkəni qan gölünə çevirməyin İlham Əliyev. Əlbəttə İran deyir, nə deyir, paylaşım edib ki, İran paylaşım edib ki, bəli, raketi biz atmamışıq. Hay qardaş, gənə də deyirəm, İran atanda, qardaş, deyir ki, mən Amerika bazası var Azərbaycanda. Silahları var, mən oranı vuracağım, əzəb eləyirəm. Özü deyir, eləyir, ha. Fikir versiniz, Səudi Ərəbistan, nə bilim, oradan o Dubai falanı, İsrail, hər yeri vurur, durmadan. O ölkələr niyə vurur ki? Bəyəm Səudi Ərəbistanla savaşır o? Yox. Bazaları vurur. Başa düşürsünüz dostlar. Açıq deyir ya özdə. Bəyanat paylaşır deyir. Biz Azərbaycan xalqı ilə dost qardaş ölkəyik, qonşu ölkəyik. Biz yəni sülhün adamıyıq. Hə, yox deyir. Əgər kimsə hansısa ölkədən dəfələrlə demişik deyir. Hansısa ölkədən bizə raket atılarsa o ölkəni biz hədəf alacağıq. Düz deyirlər, yaxşı eləyirlər. Azərbaycan da olsa deyirlər. Belə deniz olmalıdır ki. Bəs kim atıb? İlham Əliyevin özü. Kim atacaq ki? İlham Əliyevin özü ABŞ-la bir yerdə. Kim atacaq? Siyonistlər. Başa düşmədim. İran niyə atsın ki? Nə üçün? Məktəb atır, məktəbin yanına. Nə havalimanına. Nə var ki? Məktəbdə nə var ki? Kim var məktəbdə? Nə atır ora? Özdə fikir versiniz, məktəbə atırlar. Fikir versiniz, terminlər üstə gəlir, ha. Bax, neçə ildir, bax, məktəblərin vurulması, uşaqların öldürülməsi İranda, sonra nədir, Fələstində xəstəxanaların vurulması, məktəblərin vurulması, bunları kim eləyir? İsrail eləyir də. Siyonist rejimi eləyir də, dostlar. Fikir versiniz, hamısı üstə gəlir. Oturub hesablayanda oyunlar üstə gəlir. Yəni, məktəb vurmaq, xəstəxana vurmaq bunların, yəni, işi budur. Məktəb vurmaq, uşaq, nədir, bağçasını vurmaq, xəstəxanalar vurmaq, bunların işi budur.
O dronı da elə məktəbin yanına atıblar, məktəbə atıblar. Bunların işidir, özlərinin işidir bu. İran məktəbi niyə vursun ki? Başa düşənmədim mən. Məktəbdə Amerika bazası var. İsrail var məktəbdə. Anlamadım mən bunu. Vurursa bir götdü başlı yeri vurar da. Oran nə vurur ki? Yəni oyun olduğu buradan bəllidir. İndi İlham Əliyevin səsini qoyacağım dinləyəsiniz. Görüntünü buradan verə bilmirəm. Çünki gərək telefonu göstərəm. O da həm də kanalımıza problem yaratmasın. Başa düşdünüz mü dostlar? Bəli, xidmətindədir bunların. Xislətindədir. Bəli, bunların xislətindədir. Fikir verirsiniz, o drone məsələsi, o məktəbin yanına düşməsi təsadüf deyil, dostlar. Onlar hamısı planlaşdırılmış şeylərdir. Öncədən planlaşdırılmış şeylərdir. Gördülər ki, Amerikası, İsraili gücü tükənib, pis gündədirlər. Vəziyyətləri yaxşı deyil, dostlar. Mən bunu deyim, biləsiniz. Həqiqətən də İsrailin, Amerikanın vəziyyəti yaxşı deyil. Gücləri tükənibdir. Adamlar başlarını itiriblər. Elə bir oyuna giriblər ki, çıxa bilmirlər. Çox pisli vəziyyətləri. Gücü artıq bölgədə tükənir. Bütün bazalar darmadağındır. İsrail pis gündədir. Gücləri tükənib, yeni bir cəbhə axtarırlar. Gedirlər Kürdlərlə oradan danışırlar ki, yerdən İrana qarşı savaşmaq, yəni qaradan. Pis vəziyyətdədirlər. Və yeni cəbhə axtarırlar nədir İrana qarşı savaşdırmağa. Ayılın, oyanın. O cəbhə də bizi seçirlər, bizi istəyirlər. Türkiyəni istəyirlər. Əgər Azərbaycanı bu oyuna gətirə bilsələr, Türkiyə avtomatik qoşulacaq. Bizi oyuna gətirmək istəyirlər. Qətiyyən bu oyuna getməməliyik. Məsələ budur, əziz qardaşlar, əziz bacılar. Olan bizə olacaq, əlbəttə ki, bizə olacaq. Amerika nəhər edir Azərbaycan xalqını. Gələcək əlinə silah verəcək, döyüşdürəcək, maraqlarını təmin edəcək, qoyub çıxıb gedəcək. İndi cəzal ondan sonra İranla nədir, illər boyu, tarix boyu düşmən kimi yaşa. Bu qədər böyük bir gücün sahibi olan ölkə ilə kəsən indi illərlə düşmən kimi yaşa. Bir erməni ilə elə zorla bacardıq bu neçə ildə. Hələ o da Türkiyənin zaten köməyi ilə. Yəni görün bu ölkə nə gündədir. Hətta o drone məsələsi demiş. Yəni bu dronlar atıranda bunun hava sistemi hardaydı? Havadan müdafiə sistemi hardaydı? İşləmirdi. Hə? Görsünüz oyun olduğu buradan çıxır üzü ilə. Hamısı üst-üstə gəlir. Oyun olduğu buradan çıxır üzə. Planlı şəkildə oyun qurublar. Azərbaycan xalqını oyuna gətirmək istəyirlər. İrana qarşı müharibəyə çıxar nədir? Hazırlamaq istəyirlər. Qanlı müharibəyə sürükləmək istəyirlər. Havadan nədir? Müdafiə sistemi var. Niyə istifadə eləməklər? Çünki oyundur. Oyundur. Ki oyun o hiləsi həyata keçsin. Ki baxın ay Azərbaycan xalqı, İran bizə hücum elədi. Söktardı getdi. Özü qatil zat deyir, nələr deyir, nə nakişi deyir, İrana nələr deyir İlham Əliyev. Dəhşətə gələsindir. Dinləyək dostlar İlham Əliyevi. Civan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir. Üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Baxın, diqqət edirsiniz dostlar. İranın adını çəkir. Terror deyir buna. Yəni xüsusi bir plan da bu. Azərbaycan xalqının özünü oyuna gətirmək istəyirlər. Gətirməyə də çalışırlar. Əllərindən gələni eləyirlər. Xüsusi bir plandır, projedir bu. Xalqı bu müharibəyə sürükləmə projesi. Heç bir bəyanat yox. Bir soruşmurlar, demirlər, qardaş bunu siz mi atdınız, necə atdınız, niyə atdınız? Bəlkə sizin içinizdə nə qədər ajanlar var, agentlər var. Çünki sizin nə qədər generallarınızı, nə qədər məsələn prezidentinizi öldürürlər, prezident təyin edirlər. 24 saat keçmir öldürürlər. İçinizdə doludur ajan. Bəlkə o ajanları İrandan
Hemen o dronu atıp bizle sizi karşı koymak istəyirlər. İlham Əliyev bu sorgu sualı eləmir, üstüne gitmir. Demir ki, kardeş bir dayan göre biz İran'la kardeşlik dostluq, niye böyle olmalıdır? Demir. Drone atılır, bütün medyalar, Siyonist medyaları hamısı başlıqda yazır ki, İran Azərbaycanı vurdu, Naxçıvanı dronladı, bombaladı ve dalınca da İlham Əliyev çıxır. Hamısı bir yerə xidmət edirlər. Bunlar nökərdilər. Birbaşa Siyonistin köpəklərdir bunlar. Diqqət eləyək. İran dövləti Azərbaycana və Azərbaycanlılara qarşı terror aktları keçirir. Fikir verdiniz? İran, Azərbaycan və Azərbaycanlara qarşı terror aktı keçirdir. Xüsusi bir plan deyil bu dostlar. Ola bilməz ki, əxlaqlı bir prezident, ləyaqətli bir prezident, xalqına xidmət edən, xalqını hilədən, bəladan qoruyan bir prezident bu sözü deyə bilməz. Hələ də kritik bu vəziyyətdə. İranın bu vəziyyətində. Ola bilərmi? Sən qonşu ölkəndə müharibə geçsin, 8-10 ölkə qarşı savaşsın, qan su yerin axır. Sən qayıdıb buna terrorçu deyəsən, sən qayıdıb buna nə bilim, bir Azərbaycan xalqına qarşı terror edir. Baxın, xalqı psixoloji olaraq ora hazırlayır. İran bizə terror edir. Baxın, millət hazırlaşın. Əlinizə silah verən kimi savaşa hazır olun. Diqqət edirsiniz. Bunu ölkənin başında duran bu manqurt, bu eşşək, bu satqın, bu xain, ikiyüzlü Mətda İlham Əliyev edir. Siyonistin fahişəsi. Oyuna bir baxın. Görün insanları psixoloji olarak İran'a karşı necə hazırlayır. İran bize terror elədi. Bunu xalqın beyinlərinə sırayırlar. Diqqət edirsiniz. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Tehrandakı Azərbaycan səfirliyi terror aktına məruz qalmışdır. Baxın. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun Diqqət elədiniz? Diqqət elədiniz dostlar. Görün xalqı psixoloji olaraq Siyonist rejimi necə hazırlayır İlham Əliyevin əli ilə. Diqqət edirsiniz. Konkret Azərbaycan xalqını baxın. O vaxtı Azərbaycan səfirliyinə qarşı hücum olub. Onu bu günlərim dilə gətirib deyir. Sizə sual edirəm. Kritik bir vəziyyətdə İrana bu niyə deyilsin ki? İndiki halda bölgənin belə ağır bir vəziyyətində, İranın bu ağır vəziyyətində İrana bunu niyə desin ki? Nə məqsəd daşıyır sizə? Əlinizi vicdanınıza qoyun, Allah ağıl verir. Oturun işlədin. İlham Əliyev bunu niyə desin ki? Hə, olubdur. Haqsızlıq olub. Ləyaqətsizlik eləyiblər, nə eləyiblər, terror eləyiblər. Amma bunu bu günlərin deməkdən məqsəd nədir xalqa? Xalqı hara hazırlayır bu? Nə demək istəyir? Fikir versiniz dostlar. O vaxtın söhbətlərini bu günlərim danışır ki, Azərbaycan xalqı İrana qarşı müharibəyə hazır olsun psixoloji olaraq. Birinci psixoloji olaraq hazırlayır, sonra da əlinə silahı verir, döyüşdürür. Səni istismar edir, səni qanını sümürürlər, sənin qanını tökürlər, qətl edirlər səni. Bu fahişəgədə, bu namussuz, bu məddah, bu satqın, xain, qatil İlham Əliyev Siyonistlərlə əl-ələ verib bu oyunu oynayır. Azərbaycan xalqını oyuna gətirir. Azərbaycan xalqını İrana qarşı, qardaşlarına qarşı düşmən çıxardır. Düşmən edirlər. Qardaşı qardaşa vurdurmaq istəyirlər bunlar. Ayıq olun, oyaq olun, əziz qardaşlar və bacılar. Ayıq olun. İçərisində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb və onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi Əliyalın o avtomat Kalaşnikovla silahlanmış və Molotov kokteyllə və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxtda bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Baxın görün deyir, deyir bizə qarşı terror aktı oldu. Əlində balta, nə bilim nə, bizim deyir hüquq mühafizə orqanlarımız onlara qarşı tədbir gördü. Yəni İrana demək istəyir ki, ağıllı ol ha. Baxın, hədə dilidir bu. Hədə dili yadınızda saxlayın, İranı özümüzə qarşı qaldırmaq deməkdir. İlham Əliyev bu günlərim İranı Azərbaycan xalqının üzərinə qaldırır. Həm də bunun yanında Azərbaycan xalqını da İranın üstünə qaldırır. Psixoloji olaraq ona hazırlayır. Çox təhlükəli bir oyun var dostlar. Bu oyunda çox diqqətli olmalıyıq.
Bu gədə, bu ləyaqətsiz gədə Azərbaycan xalqını qana sürükləyir. Qətliama sürükləyir. Terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında hardasa 40 dəqiqə qədər davam edirdi. Və bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmır. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı öz çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Baxdınız? O vaxt bildiyiniz Diqqət elədiniz? Deyir ki, İranın deyir, İran hakimiyyətinin başında duran vəzifəli şəxslər bunu təyin edibdir. Bizə qarşı bu terroru. Bugünkü gündə niyə bunu desin? Məqsəd nədir? Azərbaycan xalqını hara sürükləyirsən İlham Əliyev? Nə demək istəyirsən bu cəmaata? Bu millət nəyə hazır olsun? Hə? Bunu deməkdə məqsədin nədir? Sən kimə xidmət edirsən? Sən doğrudan da Azərbaycan xalqının müstəqil bir prezidentsən? Doğrudan da sən ədalətin yanındasan? Doğrudan da sən Azərbaycan xalqını sevirsən? Xalqı hilədən, oyundan, şər qüvvələrin oyunlarından, hilələrindən dartıb çıxardacaq qədər ağıllı, şuurlu, cəsarətli bir prezidentsən. Doğrudan da mı belədir? Sənin danışığın bunu sübut edirmi? Yox. Bu xalqı hazırlamaq deməkdir İrana qarşı. Hani sən savaşın əleyhinə idin? Hani sən agresiyanın əleyhinə idin? Hə? Nə oldu bəs? Hani sən sülhün tərəfində idin? İndi hara hazırlayırsan Azərbaycan xalqını? Kimə xidmət edirsən? Neyə eləmək istəyirsən sən? Bu milləti İsrail'ədir, Netanyahu'nun, Trump'ın, bu pedofillerin qurbanlıq qoyunlarına çevirməyə çalışırsan sən? Hə? Bu milləti onların yeminə gətirmək istəyirsən, onlara yem eləmək istəyirsən bu milləti. İlham Əliyev. Bu nə oyunlardır belə? O vaxtda terror olub, səfirliyə qarşı. Bugün nə ədiyyət var? Bu nə danışsan ki? Nədir ki bu? Nə məqsəd daşıyır bu? Ölkə başçısı bunu niyə desin ki? Dostlar, əziz qardaşlar. Azərbaycan çox sərt reaksiya vermişdi bu hadisəyə. Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdir. Bütün diplomatik əlaqələr dayandırılmışdır və İran tərəfi məcbur olub bizdən üzr istəməyə, öz günahını etiraf etməyə və bizim təkidimizlə o terror aktını törədənə ən ağır cəzada verilmişdir. Baxın, bunu deyir. Deyir, İran bizdən üzr istədi falan filan. Bunu deməkdə bilirsiniz nə deyim? Bunun adı təslimiyyət siyasətidir. Başa düşdünüz? Bunun sözü birbaşa Siyonistin, ABŞ-ın sözüdür. Özünün sözü deyil bu. Onların sözüdür, təslimiyyət siyasəti. O vaxtı bizdən üzr istədin, indi də sən dron atmısan, boynuna qoyuram, sən atmısan İran, sən də üzr istəməlisən. Aparılan təbliğata bir baxın. Biabırçılıq deyə, gör ölkə başçısı öz millətini müharibəyə hazırlayır. Heç nə müharibə, yəni bizə adiyyəti olmayan bir müharibəyə. Təsəvvür edirsiniz? Və hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub və terrorçu edam edilmişdir Azərbaycan nümayəndələrinin gözü qarşısında. Bu dəfə də cavab eyni olacaq. Biz bu əsassız terror aktı ilə Azərbaycana qarşı törədilmiş təcavüzlə barışmayacağıq. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Bax, gördünüz? Deyir, biz silahlı qüvvələrimizə, deyir, ordumuza əmr vermişik ki, deyir, təlimat keçsinlər. Yəni, bununla bağlı, deyir, tədbirlər görsünlər. Fikir verirsiniz siz. Bunu ölkə başçısı çıxıb, dünya mediasında, dünya qarşısında deyir. Biabırçılıq deyir bu. Rəzalət deyir bu. Sən bunu deməklə nə demək istəyirsən ki, İlham Əliyev? Yəni,
Biz niye indi xalq olaraq İrana qarşı savaşa, müharibəyə girək? Bu xalqın sözüyəm mən. Bir vətənin oğluyam mən. Bu millətin bir parçasıyam. Biz niyə İlham Əliyev? İrana qarşı müharibəyə gedək, yoxsa necə, nə demək istəyirsən sən bizə? Mən Almaniyadayım, Azərbaycan vətəndaşıyam, Azərbaycan evladıyam. Bu vətənin bir parçasıyam, bu millətin evladıyam. Bizi hara çağırırsan, neyniyək? İrana qarşı müharibə eləyək, nədətər eləyək? Nə demək istəyirsən sən bizə? Məsələ bu, əziz qardaşlar, əziz insanlar. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bugünə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonraki dövrdə İrandan bizə əsassız ithamlar irəli sürülürdü. İran dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycana qarşı çirkin şər-böhtan kampaniyası aparırdı. Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək. Çünki yaxşı bilirlər ki, bugün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox Azərbaycanlılar üçün də ümid yeridir. Diqqət elədiniz dostlar. Eyni oyun İraq, Suriyada oynanıldı. Kürdistan məsələsi. ABŞ, İsrail, yəni Siyonistlər. Bunlar eyni oyunu bölgədə oynadılar. Xatırlayırsınız 2011-dən başlayaraq, hətta 2010-dan başlayaraq. Eyni oyunu orada oynadılar. Kürdistan quracaq, nə bilim PKK-ya dəstək, ona dəstək, buna dəstək, IŞİD-ə dəstək, nə bilim bu terrorçuların hamısını istifadə elədilər, ərəbləri, onu hamısını. Kürdistan adı altında Kürdlərin özünü istismar elədilər, istifadə elədilər, oynatdılar, sonra atdılar, getdilər. İndi yer çıxmadılar da. İndi eyni oyunu bizim üzərimizdə oynayırlar. Böyük müstəqil Azərbaycan. Böyle söz demir bu. Güya İlham Əliyev oradakı Azərbaycanlıları düşünür. Hə? Güya İlham Əliyev İranda yaşayan Azərbaycanlıları düşünür bu. Doğrudan da belədir. Deyir müstəqil Azərbaycan. Bunu deyir, orada yaşayan deyir, Azərbaycanlılarımız da deyir, bunu bilir. Eyni Suriyada, İraqda Kürdlərin vasitəsilə oynadıları Kürdistan oyunu. Eyni oyunu bu günlərim həmən ABŞ, həmən nədir İsrail bu günlərim burada oynayır. Bizi oyuna çəkmək üçün. Müstəqil Azərbaycan, böyük yekə Azərbaycan quracaq. Psixoloji olaraq millətə bunu yeridirlər. Oyuna hazır olun. Siz bizim qurbanlıq qoyunumuza çevrilərsiniz. Və bunu İlham Əliyev deyərək bizi dartır o oyuna. Sürülür o surumun dibinə. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak eləmir. Və eləməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Biz qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də bizim siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq. İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq. Və İranda bunu unutmasınlar. Və onların bu törətdiyi terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankörlük nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici İşlər Naziri mənim göstərişimlə, həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim.
Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Diqqət edirsiniz dostlar. Bir prezidentin danışığına bir baxın ha. Biz deyir getdik, mən deyir getdim deyir onların səfirliyinə. Birisi də İlham Əliyev getdi onların səfirliyinə İranın. Bir dəqiqə dostlar. Hə dostlar. Bəyənin, paylaşın zəhmət olmasa. Diqqət edirsiniz nə deyir? Deyir İran səfirinə deyir. İlham Əliyev getdi bilirsiniz. Deməli İran səfirinə getdi, başsağlığı verdi. Sual edirəm, İlham Əliyev getdi orada başsağlığı verdi. Yəni təzədən İran, yəni bu münasibətdən sonra niyə drone açsın ki ora? İran niyə açsın ki? Özdə hara məktəbə, nə bilim havalimanına niyə açsın ki? Nə üçün? Orada nə var ki? Amerika əskər var, İsrail əskər var, nə bilim orada Amerika bazası var. Nə var ki orada? Niyə açsın ora? Hə? Nədən açsın ki? Özdə belə bir münasibətdən sonra. Fikrimi çatdıra bilirəm dostlar. Bunlar hamısı planlı şəkildədir. Bu qurulmuş bir oyunlardır. İlham Əliyev belə çıxıb belə çıxış eləyir. Arxasında da İran bəyanat yayır ki, Xarici İşlər Naziri. Bəyanat yayır ki, biz atmamışıq dronu. Drone nədir? Biz deyir, qonşu ölkələrlə nə işimiz var? Biz deyir, bizə qarşı hardan təhlükə varsa, hardan raket bomba atırsa biz oranı vururuq. Özdə o ölkədə deyir, Amerikanın bazası, ABŞ-ın bazası harada yerləşirsə biz oranı vururuq. Özləri deyirlər, açıq gizlətmirlər ki. Yəni İlham Əliyevin gedib səfirlikdə başsağlıq verməsi, orada görüşməsindən sonra niyə bu drone atsın ki? Niyə axı? Yəni İran, belə deyək də, İlham Əliyev gəldi, başsağlığı verdi, İranın xoşuna gəlmədi bu. Təzədən nədir? İran drone atdı ki, Azərbaycanı özlərinə qaldırsın. Sizə İran Azərbaycanı özünə qoşub bu müharibələrdə savaşdırsa xeyir olar. Yəni ona dəstək verir. Məsələn, İran hansısa ölkəni özünə düşmən seçsə yaxşı olar, yoxsa özünə dəstək vermək üçün bir ölkə olsa daha yaxşıdır. Sizcə hansı yaxşı? Məsələn, sizin biriniz İransınız, İran rejiminin başında oturmuşsunuz. Siz, mən də Azərbaycanlıyam. Mən niyə bombalayıb özümə cəbhə açasan ki? Düzdürmü? Biri var, mən sənə dəstək verəm, daha da güclənəsən. Bir də var, mən sənə drone atam. Doğru mu? Hansı məntiq uyğundur? İran niyə eləsin ki bunu? Çox məkirli bir oyunlar gedir. Çox böyük oyunlar gedir dostlar. Bayaq dediyim kimi, dəfələrlə dedim, bayaqdan təkrarlayan bir daha deyirəm. Çox ağıllı və diqqətli olmalıyıq. Oldu mu? Ağıllı və diqqətli olmalıyıq. Çox böyük oyunlar gedir. Və bu əclaq, bu yaramaz İlham Əliyev, bu şərəfsiz, onun şəklini qoyaq da burada işyadıma düşmür. Hə. Bu şərəfsiz, bu ləyaqətsiz, bu alçaq adam Azərbaycan xalqını İrana qarşı müharibələrə, qanlı müharibəyə sürükləməklə məşğuldur. Dünənlərim gedib başsağlığı verib İran səfirliyində. İranın da bundan xoşu gəlməyib, drone atıb bizə. Bizə qarşı əməliyyat görülmüş. Əməliyyat aparırlarsa İlham Əliyev deyəcək ki, bizə qarşı əməliyyat eləyirlər. İran. Sərtdə danışır özdə. Nakişilik, nə bilim nə. İran əməliyyat eləyirsə, əməliyyatı gəlib məktəbi yanında niyə eləyir ki? Havalimanında nə işi var ki? Hə? İran əməliyyat eləyirsə, adam balası kimi əməliyyat aparır, gedər sənin o imza atmışsan, başına sığal çəkirdi Trump həmin, pedofil Trump'ın. Gətirib bazalar yerləşdirmişsi. İran əməliyyat eləyirsə, oraya eləyər də. Məktəbi yanında nə əməliyyat eləyəcək ki? Şüşə qıracaq, pəncərəni partladacaq. Ne deyirlər, bir nəfər də rəhmətə gedib. İndi gedibsə də Allah rəhmət eləsin, tam xəbərim yoxdur. Amma yaralanan var, Allah köməklər olsun. Yəni İran əməliyyat aparır ki, orada 2 nəfər yaralansın. Nə üçün? Nəyini oynudur ki, İlham Əliyev? Bizi hara dartsan sən? Hara çağırsan bu sözlərlə bizi? Hə? Sən bizim analarımızın gözünü niyə yaşlı qoymaq istəyirsən ki sən? Sən nə üçün sən Siyonisa köpəkləyirsən və sənə görə biz oyuna getməliyik, rasxoda getməliyik? Niyə bizim evlatlarımız rasxoda getməlidir? Niyə bizim İranla savaşmalıyıq, biz vətənimiz, ölkəmiz qanlı gölə çevrilməlidir? Bizim İrana qarşı savaşacaq nə qədər gücümüz var ki? Nə qədər gücümüz var? Bizi hara aparırsınız siz? Hə İlham Əliyev? Buna sözlər belə danışsan?
ve bu şerefsizler, bize karşı bu terör aktını törədenler peşman olacaklar. Bizim gücümüzü sınamasınlar. Aha. Bizim gücümüzü sınamak isteyenler, onların başı yarıldı. Demir yumruq vasitəsilə. Dikkat elədiniz. Qarabağ müharibəsində deyir, orada savaşdıq, bizim gücümüzü sınadılar, dəmir yumruğu göstərdi. Bundan İranı təhdid eləyir. Baxın ha, sülhün tərəfində olan, bölgədə sülhün olmasını istəyən İlham Əliyev bu günlərin kritik bir vəziyyətdə İranı hədəfə qoyub. Gör nə danışır, deyir, bizim deyir, dəmir yumruğumuz var, deyir, bizi əsəbləşdirməyin, deyir. Heç deyirlər mi bu qonşu ölkənin, laf belə fərq eləmir, İran olmur, Türkiyə olmur, Gürcüstan müharibə aparsın, deyirlər mi? Rusa olsun, deyirlər mi bu söz? Kritik bir vəziyyətdə. Yəni təklənmiş İrana bu sözü deyirlərmi? Neçə ölkə buna qarşı savaşır İrana qarşı? Bu söz deyirlərmi? Bunun arxasında təxribat yatmır, nə yatır dostlar? Ha? İlham Əliyevin bu danışığı doğrudan da mı arxasında təxribat yatmır? Doğrudan da mı belədir? Doğrudan da mı İlham Əliyev bunu deməklə bizə sülhün gələcəyindən mi mesaj verir? Doğrudan da mı İlham Əliyev belə danışmaqla Azərbaycan xalqını qanlı müharibəyə sürükləmir? Doğrudan da mı belədir? Həqiqətən də mi bu fahişədən əmələ gələn bu ekranda gördüyünüz bu çaqqal ya da bu Siyonist fahişəsi, bu satqın köpək xain, doğrudan da mı Azərbaycan xalqını qanlı müharibələrə sürükləmir bunu deməklə? Doğrudan da mı bizim dəmir yumruğumuz İrana gücümüz satacaq, onların başını əzəcək? Doğrudan da mı belədir bu? Bu adam niyə belə eləyir ki? Məsələ budur, əziz qardaşlar. ABŞ və İsrail bu fahişə qədəba, bu ekranda gördüyünüz bu fahişə, bu nəsli xarab, xain köpəyin əli ilə Azərbaycan xalqını psixoloji olaraq İrana qarşı müharibəyə hazırlayırlar. Bəyənin dostlar, bəyənin, paylaşın. Qardaş, burada dostumuz yazıb ki, boş-boş danışmayın. Qardaş, boş-boş danışıram, xahiş edirəm, gedin baxmayın. Mən öz fikrimi deyirəm, mən xalqımı məlumatlandırmaqla məşğulam. Əziz dostlar, əziz qardaşlar, əziz basılar, mənim borcumdur ki, mediada xalqımı maarifləndirəm. Bu informasiyada bir müharibənin bir qoludur. Mənim borcumdur ki, xalqımı maarifləndirəm. Yox, əgər mən deyən kimi deyilsə, problem deyil. Tək mən deyən kimi olmasın. Əksi olsun. İlham Əliyev deyir, dəmir yumruq, çaqqal, nakişi İrana deyir. Dəmir yumruğumuz onun başına dəyəcək, ona biz qalib gələcək. Olsun, gedin qalib gəlin, mən bir söz demirəm. Əgər bu hilə deyilsə, doğru istiqamətsə, buyurun gedin. Götürün arvadınızı, uşağınızı, əlinizə silah alın, gedin döyüşün İrana qarşı. Məndən çağırmaqdır, məndən deməkdir, məndən məlumatlandırmaqdır. Gürdə qalanı siz bilərsiniz. Bu mənim vəzifə borcumdur. Allahıma xatir, vicdanıma xatir, insanlığıma xatir sizi hilənin içindən dartıb çıxartmaq üçün mən bu yaymaq üçün bu faktları qoyuram ortaya, sizi ayıldıram ki, oyanın. Oyanın. Suriyadan bir nümunə götürün, İraqdan bir nümunə götürün. Libya'dan bir nümunə götürün. Darmadağın elədilər, insanları istismar elədilər, milyonlarla insanları öldürdülər, qətl elədilər, qadın qız demədilər, zorladılar. Bizə lazım deyil, bizim qadınımızı, qızımızı gəlib zorlaya bilməzlər, biz buna icazə verənmərik. Başa düşdünüz, bizə lazım deyil. İlham Əliyevə lazımdırsa, buyursun o fahişə gəlini var ya, Kur'an-ın gətirdiyi. Odur, sonra arvadı Mehriban Əliyevadır. Porno olduğu ilə gəlib şəkil çəkdirmişdi yan yana. Fahişə nədir Mehriban Əliyeva. Sonra dəli qızları da varsın, geçsin orada verər nədir İranın kişilərinə qayrar. Hə, bizə lazım deyil o. Gedər özü eləyən, və yaxud həm ABŞ, İsrail. Onlara verər, onlar qayrar, bizlik deyil o. Bizi kimsə müharibəyə dartmasın. İlham Əliyev, başa düşdün mü məni sən? Anlayırsan mı nə demək istəyirəm? Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Etiraz notası veriləcək. Digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Onu da bildirməliyəm ki, bugün səhər mənə məlumat verilir ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng gelir, xahiş edir ki, Livanda qalmış İran səfirliyinin əməkdaşlarını Azərbaycan kömək eləsin, təxliyə etsin.
Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi, mən dərhal göstəriş verdim ki, köməklik göstərin. Təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz köməklik göstərməsək, bəs nə vaxt köməklik göstərməliyik? Diqqət edin. Axı, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Diqqət elədiniz. İlham Əliyev xəbər gəlib ki, nədir, bunların səfirini, İran səfirini çıxartmaq lazımdır, Azərbaycana gətirmək lazımdır. Ora indi əlləri çatmır da, müharibə gedir. Oranı da bombalayırlar, vəziyyətləri pisdir. Sual eləyirəm, İlham Əliyevə bu xəbər gəlib çatıb, hətta deyirlər, biz onun xərcini də ödəyərik. İlham Əliyev deyir, heç bir şey lazım deyil. Belə bir kritik vəziyyətdə, bax ha, belə bir kritik vəziyyətdə biz sizdən nə pul alacaq ki, sizin orada səfiriniz varsa, İran səfiri, vəziyyətləri pisdir, biz onları çıxardarıq. Ayrıca deyir, nədir, təyyarə də göndərmişik. İlham Əliyev deyir, ayrıca deyir, təyyarə göndərdim, onları çıxartdım, gətirdim bura. Bunun dalınca belə bir naşişlik olar mı? Bunu İlham Əliyev deyir İrana. Sual eləyirəm, İrana qarşı belə bir münasibətdə olan İlham Əliyev nədən sonra belə danışsın ki? Hə? İranın səfirini Livan desən, Livandan çıxardan İlham Əliyevə qarşı niyə İran bunu eləsin? Sual edirəm dostlar. Gəlin bizə Allah ağıl verib, şuur verib. Əlimizi qoyaq vicdanımızın üstünə. Dəqiq bir oturaq başımızı işlədək verib. Bu 2 dəqiqalıq şeydir, çox yox. 1 dəqiqalıq. İlham Əliyevə xəbər veriblər ki, Livandan bizim səfirimizi çıxardın, vəziyyət pisdir. İlham Əliyev deyib baş üstə. Samolyot da göndərib, deyib xərcini biz çəkərik, İran deyib İlham Əliyevə, İran rejimi. İlham Əliyev deyib ki, lazım deyil. Belə bir kritik vəziyyətdə əslində İlham Əliyev gözəl addım atıb. Məsələ o deyil. İlham Əliyev bu gözəl addım atıb, hətta deyiblər xərcini də biz çəkərik. İlham Əliyev deyib, yox, xərcini siz çəkməyin, biz çəkəcək problem yoxdur. Belə bir kritik vəziyyətdə biz sizi tək qoymarıq ki. Sual edirəm, İran niyə drone atsın ki? Hə? İran niyə drone atsın? Məsələn, siz İranın yerinə olsanız, İlham Əliyev belə bir addım atsa, sizin səfirinizi Livandan çıxartsa, sizə yardım eləsə, sizin gəlib səfirinizdə Azərbaycanda, İranın səfirliyində gəlib İlham Əliyev sizə başsağlığı versin, sonra orada drone atarsınız siz. Hə? Sonra orada drone atarsınız dostlar. Bax, siz İransınız, biriniz oturmuşsunuz, İran rejimisiniz. Bir 10 nəfər, 15 nəfər komandasınız, İran rejimisiniz. İlham Əliyevə zəng edib demişsiniz ki, Livandan bizim səfirimizi çıxardın. İlham Əliyev də çıxardır. Kritik vəziyyətdə sizə yardım edir. Təzədən siz onu drone atarsınız. Gəlib sizə başsağlığı verir səfirlikdə. Təzədən siz onu drone atarsınız. Fikrimi çatdıra bilirəm dostlar, nə demək istəyirəm. Bu gədəni oyuna gətiriblər. Bu gədəni, bu İlham Əliyevi, bu fahişə ləyəqəs gədəni oyuna gətirib bizi İrana qarşı hazırlayırlar. Ola bilməz ki, sən İrana bu kritik vəziyyətdə yardım eləyəsən, İranın işi qurtarıb, bu qədər ölkələrə qarşı savaşır tək başına. Durub sənə drone atsın ki, sən mənə qarşı savaş. Bu yalan daxı, bu oyun daxı. Bu oyundur, bu İranın oyunu deyil bu. Bu sənin özünün oyunundur İlham Əliyev. Siyonistlərlə, ABŞ-la nələ verib özün oynayırsan bu oyunu. Azərbaycan xalqını İrana qarşı müharibəyə hazırlayırsan sən. Şərəfsiz, ləyaqətsiz, namussuz. Satqın, xain. Məsələ budur, əziz qardaşlar, məsələ budur. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, əyləşin. Dövlət Sərhəd Xidməti, əyləşin. Digər bütün bizim xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Fikir verdiniz dostlar. Video bitti. 9 dəqiqalıq videoydu. Yəni ağıllı olmaq lazımdır. Bu adam bizi ələ salır. Bu adam bizi qardaş psixoloji olaraq Azərbaycan xalqını İrana qarşı müharibəyə hazırlayır. Olmamalıdır belə şey. Biz bilmədiyimiz oyunlarda oynamamalıyıq. Bizim heç bir işimiz yoxdur. Bizim İranla nə işimiz var? İranla niyə müharibə eləməliyik ki? Niyə durduğumuz yerdə başımızı bəlaya soğmalıyıq?
Ha? Niye İlham Əliyev? Bak İlham Əliyevin danışığı var ha bu tonda. Diqqətlə dinləsən bayaqdan. İlham Əliyevin bu tonda danışması bizə zərərdir. Bizim adımıza ləkədir. Nəinki İranın yanında, bütün dünyanın qarşısında bizi ləkələyir bu adam. Çünki İlham Əliyevin bu danışdığı sözlər bizim sözlərimizdir, bizim adımızdan danışır. Əziz qardaşlar, əziz bacılar, gözəl millətim, əziz millətim. İlham Əliyevin bu danışdığı sözlər bizim adımızdan danışır. Bizim sözümüzdə İlham Əliyev bu tonda danışır. Güya biz Azərbaycan xalqı olaraq bu tonda yanaşırıq biz İrana qarşı. Amma belə deyil. Belə deyil. Bu xalq sülh istəyir, bu xalq müharibələrə yox deyir, bu xalq qana yox deyir. Bu xalq insan ölümünə yox deyir, uşaq ölümünə yox deyir, müharibələrə yox deyir. Amma niyə İlham Əliyev bizim adımızdan belə danışsın? Niyə axı? Biz xalq olaraq bunu istəmiriksə, niyə bunu eləsin axı? Nədir bunun məqsədi, əziz qardaşlarım, əziz bacılarım? Burada bir ağlı qarnı sünüşləyən bir nəfər yazıbdı ki, nədir, 2020-də İran hardaydı? Qardaşım, məsələ o deyil, bugünkü kritik vəziyyətdən danışıram. Bizə qarşı hilə qurublar. Yəni, bu hilədən çıxmaq lazımdır, bu hiləyə getmək lazım deyil. Bizə oyun, yalan, fitlə lazım deyil. Bizə kimsə müharibəyə sürükləməsin, ehtiyacımız yoxdur, ki, istəmirik də. İstəmirik də, Azərbaycan xalqı istəmir. İstəmirik, qardaş. Sən gedib Trump'ın dalını yalayassan İlham Əliyevə şərəfsiz köpək oğlu uğraş. Namussuz xain satqın köpək. Sən gedib Trump'ın dalını yalayassan biz sizə görə canımızı qoymalıyıq, qanımızı verməliyik. Xeyr ola. Məsələ budur. Biz hiyliyə getməməliyik, oyuna getməməliyik. Mən bunu demək istəyirəm. Gözəl insanlar, gözəl qardaşlar. 2020'də İran hardaydı? Nə bilim, İran Erməniyə silah verdi. Xocalıda belə dedi, orada belə dedi. Bəstirin də, ayıbdır, bir başınızı işlədin, bir kişiliyiniz olsun. Bir kişiliyiniz olsun, sizi bataqlığa aparırlar. Sizi bataqlıqdan çıxartmağa çalışıram. Bildiyimi, qandığımı deyirəm, əlimdən gələni eləyirəm. Deyirsiniz 2020'də İran hardaydı? İran nə qarmalıdır? 2020'də gəlib sənə nə qarmalıdır ki? Azərbaycanın əskəri var idi, ordusu var idi, silahı var idi, getdi, canını qoydu, torpağını aldı. Qutardı, getdi. Bu nə məntiqdir, qardaş? 2020'də nə bilim, İran hardaydı, o hardaydı, bu hardaydı. İran Erməniyə silah verir, nə bilim, nə bəstirin də da. Bu Siyonist nə qədər köpəkliyiləsin, nə qədər bu Siyonist rejiminin apardığı bu yalancı fırıldaq təbliğatına inanasınız. Nə vaxta kimi? İran Erməniyə silah vermədiyi halda necə bunu deyə bilərsiniz ki, silah verib? Harada verib? Harada sübut var? Harada fakt var? Kim deyib bunu? Haradan öyrənmişsiniz? Varsa deyin biz də çıxardaq qoyaq da bura. Varsa çıxardaq qoyaq da sabahlarım yepir açım. Canlıyam. Deyin buyurun ay millət. İran Ermənistana silah verir ki, bizi qırmaq üçün. Dostlar, mən ədalətliyəm, mən doğrular deyənəm. Və deyəcəm də, İran olmur, kim olur olsun. Və görürsünüz, İran nədir? Rusiyaya dron verir, Ukraynanı bombalayır, günahsız insanları öldürürlər. Mən bunu deyirəm, gizlətmirəm ki. Verirdən də pulu ilə satır. Pulu ilə satır, Rusiyada alır, götürür, nədir? Ukraynanı bombalayır, günahsız insanları öldürür. Böyle deyirəm, fakt var əldə. Mediada fakt var bununla bağlı. Sizdə də varsa gətirin qoyun ortaya, mən də onu çıxın burada ifşa edeyim. Deyim ki, İran belə eləyibdir. Silah verib Erməniyə. Deyib ki, siz nədir, Azərbaycan xalqına qarşı nədir, qırğın törədin. Qoyaq bura. Niyə nankörlük edirsiniz ki? Niyə belə hərəkət edirsiniz ki? Niyə yalanları paylaşırsınız? Niyə ikiyüzlülük edirsiniz? Nə gerək var axı bu? Faktı, sübutu olmayan bir nədir, mövzunu gündəmə gətirmək, nə bilim, argumenti olmayan bir mövzunu gündəmə gətirmək nə mənası var ki? Nədir, bunun bizə nə adiyyəti var ki? Lap belə Erməniyə silah da versə, nə bilim, neynəsə də bugünkü vəziyyətdən söhbət gedir. Bugünkü vəziyyətdən söhbət gedir. Bizim özümüzü hilənin içinə dartıb salmaq istəyirlər. Mən bunu demək istəyirəm. Mən bundan danışıram. Sən 2020'də İran hardaydı, onu məndən soruşursan, əziz qardaşım. Bu məntiqə uyğundur sizə. Olmaz da, nə qədər olar, bəs abırınız olsun, həyanız olsun, nə qədər bu yalanları yayasınız. Qardaş, səhər baxırsan ki, 3 dənə, 4 dənə drone atıblar. Bütün medialar hamısı başlıqda yazıb. İran, 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 İran.
Belə baxıram deyirəm, qardaş, bu nədir belə? Bu nədir belə? Yəni bizi hara hazırlayırlar? İran nə İran? İran nədir? Drone atan bu deyil, İlham Əliyevin özüdür. Drone atan bu fahişədən əmələ gələnin özüdür. Özü icazə verib buna. Özü yol açır. ABŞ ilə, Siyonisi ilə əl-ələ verib özü oynayıb bu oyunu. İran nədir? Zat nədir? Nə danışsınız siz? Heç bir məlumat gözləmədən. Özlərini dəhşət yaman belə ifşa edirlər. Fikir verirsiniz. Dəhşətli dərəcədə özlərini ifşa edirlər. İlham Əliyev görə ölkə başçısı ki, ölkə prezidenti İran tərəfdən heç bir məlumat almadan çıxıb efirə birbaşa deyir ki, İran bizə terror elədi. Nə qədər biabırçısan, nə qədər ləyaqətsizsən, nə qədər alçaq uğraş adamsan, İlham Əliyevsən. Hı? Deyir, bizə niyə deyirsən sözünü? Sözün var dövlət başçısına deyir. Deyirəm də, ona da deyirəm, sizə də deyirəm. Deyirəm, oyuna getməyək, bizi oyuna gətirirlər. Bizim balalarımız var, evlatlarımız var, ailələrimiz var, uşaqlarımız var, dost qardaşlarımız var, nə bilim, qohum əqrəba var, qonşumuz var, əzizlərimiz var. Bu ekranda gördüyünüz bu əxlaqsız gədə bizi müharibəyə hazırlayır. İrana qarşı müharibəyə hazırlayır. Niyə axı, nə üçün? Nə üçün? Bu kritik vəziyyətdə buna danışıqlardır İrana qarşı İlham Əliyev. Nəyin nəsidir ki bu? Deyir, İran Türkiyəyə adı atıbdır. Buna nə deyəcəksin? Atmayıb, ay qardaş. İran özü rəsmi məlumat paylaşır ki, mən atmamışam. Mən atmamışam. Geçsin ekspertlər var Türkiyədə. Araşdırsınlar da. İrana, nədir? Azərbaycana, Naxçıvana drone atılıb. Ekspert haradadır? Geçsin araşdırsın da. Bunun qeydiyyatı var. Bunun qeydiyyatı var, nömrəsi var. İndi onlar başı çıxırdı, mən bilmirəm. Geçsinlər araşdırsınlar da. Haranın drone'udur? Həqiqətən də İrandan atılıbsa, bayaq dediyim kimi, Sıraz İlham Əliyevin çıxıb efirdə bu fasonda danışmasına gərək yoxdur. İranla əlaqələrə girib, qardaş, demək lazımdır. Siz tərəfdən bizə drone atılıbdır. Kimlərsə bizi sizə qarşı qoymaq istəyir. Ay İran rejimi, ay İran hakimiyyəti. Kimlərsə bizi sizə qarşı qoymaq istəyir. Diqqətli olmalıyıq. Biz qonşularımızla sülh olmalıyıq. Bizə barış lazımdır, düşmənçilik lazım deyil, müharibə lazım deyil. İlham Əliyev belə davranmalıdır. Ki, ay İran, sən bizim ərazimizə sizdən drone atılıbdır. Bunu araşdırın. Çünki sizin içinizdə o qədər Massadın ajanlar var, o qədər Massadın sukalar var ki. Bunu eləyə bilər. Ordunun içində doludur, dolu. Komandirlərin yerini satırlar, prezidentin yerini satırlar, öldürtürürlər. Birbaşa bu Siyonist rejiminə xidmət edirlər. Bunu İlham Əliyev düşünmür. Bu nətər siyasətçidir? Bunun nətər ağıl sahibidir? Bu bilmir bunu. Bu çıxıb efirdə niyə belə bu tonda danışsın ki? Hə? Olmazmı ki, İranla sıx əlaqələrə girib danışıqlar aparıb, qardaşım ki, görə elə bir bura nə baş verir? Tapşırıq versin ki, bunu araşdırın. Çünki İranın içində xeyli ajan var. Ola bilər ordunun içində kimlərsə bunu bizə qarşı atar. İran adından bizi İrana qarşı qaldırmaq istəyər. Belə bir hilə qurarlar. Bu nətər siyasətçidir? Bunu bilmir. Anlamır bu bunu. Ha, budur siyasətçi. Bu sən İlham Əliyev siyasətçi. Ay, kül sənin təpəni yerə soxum, sənin kimi prezidentin. Deyir, narahat olma, İranla müharibə zad olmayacaq. Ha, ola da bilməz, yox ki, sən nə danışsan sən? Ola bilməz, Bu İrana daha da sərf edir, dostlar. Başa düşdünüz? Mən bayaq dediyim kimi, bu İrana daha da sərf edir. Çünki Azərbaycan ağzının içindədir, nə verəsən ki, İran 2000 kilometr o tərəfdəki hədəfləri vurur. Ya ki, 2000 kilometr o tərəfdə. Təzəvvür edirsiniz siz. 2000 kilometr o tərəfdəki hədəfləri dəqiq vurur. Vurur bazanı dağıdır. Amerikanın bazalarını, İsrailin bazalarını. Azərbaycan nədir? 10 dənə bombası sıçıb batıracaq. Nə verəsən ya İrana sən? ABŞ-dan mı güclüsən? İsraildən mi güclüsən? İranda, Azərbaycanda lap belə nədir, Amerikanın, İsrailin bazaları olsun. Nə qədər var ki? Üst-üstü hesablasan, indi mən dəqiq bilmirəm, amma elə yayılan məlumatlara görə, yəni eşitdiyimiz, bildiyimiz nədir, məlumatlara görə, baş verən bu gedən proseslərə görə oturub hesablayıram. Təxminən onlar 5 dənə, 6 dənə bazı nədir ki onun əlində? İranın əlində nədir ki o? Çətin məsələdir ki, İranın əlində. Azərbaycanda əgər İsrailin, Amerikanın bazası varsa, onu vurub dağıtmaq İranın əlində nədir ki? Heç nədir? Heç nə.
Ziyanı görən sən olasın. Millət olaraq, xalq olaraq sən olasın. Yəni İrana heç də deyilənməsin. İran ağzımızın içindədir. Əliyev deyir İsrailə yardım edir. Təbii ki, onların köpəyidir, o heç hamı bilir. Bu fahişə var, bu ekranda gördüyünüz. Bu namussuz gədə, bu ləyaqətsiz gədə. Birbaşa ABŞ-ın, birbaşa Siyonistin fahişəsidir. Birbaşa bu dəqiqə onların hiləsini həyata keçirdir. Onların oyunlarında oynayır. Bax, bu şəkildə gördüyünüz bu namussuz gədə, bu şəxsiyyətsiz xain köpək İlham Əliyev onlarla bir yerdə hilə qururlar Azərbaycan xalqına qarşı. Azərbaycan xalqını bataqlığa soxur. Deyir, mən inanıram, Azərbaycan bizim qardaşımızdır. Qardaş, mən genə də deyirəm, bu təhsil İran məsələsi deyil, əziz qardaşlar, əziz bacılar. Bizim Kürdistan da dostumuz, qardaşımızdır. İran da, Rus da, belə, bizə lazım deyil. Bizə lazım deyil ki, istəmirik müharibə, istəmirik qan, istəmirik ölkə pis günə düşsün, istəmirik anaların gözü yaşlı, ki, istəmirik də biz. Mən bilirəm ki, 10 milyon xalqın hamısı mənim düşüncəmdədir bir dəqiqə. İstəmirik biz, tutardı getdi. Bunu istəyən kimlərdir bəs? Niyə İlham Əliyev bu tonda danışır İrana qarşı? Kim istəyir bunu? Biz yoxsa İlham Əliyev? Niyə İlham Əliyev bunu istəsin? Niyə bunu edir ki? İstəmirik qardaş. Bizim üçün İrandır, o birisi fərq eləmir. Biz qonşu ölkələrlə dost və qardaşıq, bitdi. Dostlar, niyə sağollaşaq mı? 1 saat 30 dəqiqə canlı yayımdayım. Hər yerdə qardaş, molla rejiminin qəddarlığını, haqsızlığını, zülmünü bəhanə gətirərək bütöv İranı bizə düşmən kimi sınırlar. Sizin xəbəriniz var, nə oyunlar gedir? Putinin qəddarlığını, haqsızlığını nümunə gətirib Rusiyanı bizə düşmən kimi sınırlar. Kimə lazımdır? Bu Azərbaycan xalqının nə qədər gücü var ki, İran düşmən, Rus düşmən kimə qarşı savaşacaq? Bu nədir belə? Bizi hara hazırlayırlar? Nə eləmək istəyirlər? Hara aparmaq istəyirlər ki bizi? Nə demək istəyirlər bizə dostlar? Fikrim çatır, nə demək istəyirəm? Bütün medialarda diqqət edin. Xüsusən də İran, Rusiya, İran. İkisi də böyük dövlət. Niyə bizi böyük dövlətlərlə qarşı-qarşıya qoyurlar? Niyə biz böyük dövlətlərlə qanlı savaşa girməliyik? Niyə axı? Bunun bizə nə xeyri var ki? Bir şey ki, müharibə heç bir xalqa, heç bir ölkəyə xeyir gətirmir. Biz niyə gedək müharibəyə? Bizim nəyimizə lazımdır? Niyə biz İranla müharibə edib düşmən olmalıyıq? Gül kimi bax, produktumuzu göndərir, gedirik malisi olunuruq. Biz Rusiyada bax, vətəndaşlarımız gedir, işləyir, pulunu qazanır. Niyə biz düşmən olmalıyıq? Nə üçün? Bizim nəyimizə lazımdır ki bu şeylər? Niyə bunun təbliğatı getməlidir? Nəyə görə? Müharibə istəmirik. Qardaş, heç kəs istəmir. Bizə lazım deyil. Şəxsən mənə lazım deyil. Şəxsən mənə lazım deyil. Bütün mediada baxıram komentariyalarda. Xüsusi adamlardır özdə. Xüsusi adamlardır. İrana qarşı möhkəm təbliğat gedir Azərbaycan tərəfindən. Bizim adımızdan Biz güya İrana qarşı savaşmaq istəyir. Onlar düşməndir. Məhv olmalıdır. Yerlə bir olmalıdır. Bizim adımızdan. Biz İranı məhv eləməliyik. Yerlə bir eləməliyik. Bizim adımızdan deyirlər bunu. Təsəvvür edirsiniz bunlar, onlar gedir. Biz bunu istəmirik. Bizim yerimizə kimdir bu adamlar istəyir bunu? Niyə bunu eləyirlər ki? Bizim istəmədiyimiz halda niyə bunu bizim yerimizə istəyirlər? Kimdir ki bu adamlar? Nəysə dostlar, məndən bu qədər sağollaşıram. 1 saat 35 dəqiqə canlı yayımdayıq. Kifayət qədər ümid edirəm fikirlərimi sizə çatdıra bildim. Mən yenə də deyirəm, mən burada pesatlı sözlər nədir? Pesat qoyub demirəm ki, 100% belədir. Amma mən baş verən oyunları qoyuram ortaya, faktlarla, subutlarla, argumentlərlə mən izah edirəm. Mən xalqımı
maarifləndirirəm. Mən xalqımın oyaq olmasının tərəfdarıyam. Ağıllı və şuurlu, diqqətli olmasının tərəfdarıyam. Mən xalqımı qan gölünə çevirən bir quyuya düşməsini istəmirəm. Mən xalqımı bataqlığa düşməsini istəmirəm. Mən bunun qarşısında duracaq adamam mən. Mən xalqımı məlumatlandırıram mən. İnformasiyada tək başıma bu da mənim müharibəmdir. Hiyliyə qarşı, haqsızlığa qarşı, alçaqlığa qarşı bizi bir xalq olaraq oyuna gətirməsinlər, hiylə qurub oyuna gətirməsinlər. Mən buna qarşıyam. Mən xalqıma imkan vermirəm ki, quyunun dibinə düşməsin. İstəmir, bizə lazım deyil. Getməyin o bataqlığa. Sən gedəsənsə, mən gedəcəmsə səndən bir yerdə. Bizim anamız da gedəcək, bacımız da gedəcək. Ölümüz də, dirimiz də hamısını aparacaqlar. Bizə lazım deyil. Sən gedirsənsə, sənin tayfan gedəcək sənin dalınca. Mən gedirəmsə, mənim tayfam, dostum, qardaşım bataqlığa gedəcək. Olmaz, qətiyyən. Amanın günüdür. Amanın günüdür, bilmədiyimiz oyunlarda oynamamalıyıq. Hələ də ABŞ-ın İsrailin oyununda. Hələ də bunların oyununda. Çox diqqətli və ağıllı olmalıyıq. Əziz qardaş və bacılar. Əziz gözəl insanlar. Oldu mu? Mən nə danışıramsa bunu sizə görə danışıram. Düzdür, bir riskdir. Hətta bu deyirəm ha, belə ABŞ, İsrail. Bunu mən Almaniyada oturaraq deyirəm. Yəni təhlükənin içərisində belə mən bunu deyirəm. Yəni hər an mənə burada da təhlükə ola bilər. Yəni bilirsiniz, bunların hiləsi doludur. Hər an mənə burada da təhlükə ola bilər. Bu təhlükənin içərisində sizi oyatmaqla məşğulam. Sizi fitnənin, fəsadın içinə girməyəsiniz deyə əlimdən gələni eləyirəm mən. Ebi yox, qoy olsun, mənə neylilər eləsinlər. Allah məni qoruyar. Neynək? Allah niyyətləri görür. Amma mənim demək borcumdur, haqqımdır. Xalqımı maarifləndirmək, xalqımı oyatmaq, diri saxlamaq, ağıllı və şuurlu, diqqətli olmağa çağırmaq, məlumatlandırmaq mənim haqqımdır. Bu mənim vəzifə borcumdur. Hə yox, mən deyirəm, deyirsiniz ki, boş-boş danışır, filan bəşməkən nədir, əşi lazım deyil. Lazım deyil, qardaş. O zaman cənab prezidentinizə çağırış eləyin, sizi qəş yaparsın müharibəyə, gedin, döyüşün, vuruşun. Əgər İranı yıxacaq gedər gücdəsinizsə, ağıldasınızsa, buyurun, gedin eləyin. Məndən deməkdir. Mən bu oyunda yoxam. Mən Rafael Piriyev öz adımdan danışıram. Mən nə o pedofil Trump'ın, nə də o qatil Netanyahunun oyunda yoxam. Mən onların qurbanlıq qoyunu deyiləm Rafael Piriyev. Bax, görürsünüz Rafael Piriyev, sifətimi görürsünüz. Mən Netanyahunun, Trump'ın qurbanlıq qoyunu deyiləm mən. Hə, siz deyəsinizsə qurbanlıq qoyunusuz, buyurun gedin, yol açıqdır. Məndən deməkdir, məndən sizə bunu məlumatlandırmaqdır, sizi də artıq quyudan çıxartmaqdır, hiylə quyusundan. Çıxmırsınız, mənim əlimdən vurursunuz ki, yox, sən düz danışmırsan, biz quyuya getməliyik. Buyurun, qardaş, yol açıqdır. Özünüz bilərsiniz, məndən deməkdir. Mən də bu vətənin evladıyam, mən də bu millətin bir parçasıyam. Mən millətimi oyatmaq kimi, diri saxlamaq kimi, ağıllı və şuurlu, diqqətli olmağa çağırmaq kimi bir haqqım və hüququm var. Mən o haqqımdan, hüququmdan istifadə edib bu fürsəti yararlayın. Yəni, bu fürsəti dəyərləndirirəm mən. Məndən bu qədər, dostlar. Allah amanda qalın, Allah sizləri qorusun. Allah bütün Azərbaycan xalqını, bütün bölgədə nə qədər yaşayan xalqlar var, Allah hamısına kömək olsun. Allah heç bir xalqın belə hilənin içərisinə salmasın. Çox təhlükəli bir oyundayıq. Çox təhlükəli, belə amansız, biabırçı bir hilə ilə qarşı-qarşıyayıq. Bizi çağırırlar, bəli. Biz getməməliyik, ağıllı olmalıyıq. Allah xalqımızı qorusun. Allah İran xalqına da kömək olsun. Allah Azərbaycan xalqına da kömək olsun, digər xalqlara da. Sağ olun dostlar. Allahın amanında qalın. Allah sizləri qorusun. Sağ olun.